İş dünyasının nəbzini tutan yeganə mərkəz. Biznes Mərkəzi. Rüfət Nadirinin təqdimatında. Hər vaxtınız xeyir olsun bir daha. Değerli dostlar, əziz dinləyicilərimiz, Araz FM-də qovuşduran radyomuzda 103.3 FM-də salamlayırıq sizi. Hər zaman kimi mikrofon öndə mənəm Rüfət. Saat 2-yə qədər bərabərliyimiz olacaq və bugünkü bizim efirimiz vasitəsilə biz çox yaxşı bir mövzuya toxunacağıq. Hansı ki biznes mühitində ən çox iki məsələ daha çox müzakirə olunur və iki məsələnin daha çox rəqabətli amil baxımından dəyərləndirməsi olur. Bilməm, indi buna mübahisə deyək, müzakirə deyək ki, bəzən edirik, mübahisə də edirik. Bu nədə düşür? Satış və marketing həllərində olanda olur. Amma istiqamətlər fərqlidir. Bir-birinə dəstək mexanizmləri var, bunlar da öz yerində. Amma hər zaman ən diqqət çəkən şirkətlərimiz üçün 2-3 yanaşma var. Bunun biri maliyyəsidir. Çünki maliyyə bəli olmalıdır, maliyyə hesabatlıq. İndi siz də razılaş ola bilsin, sizin də əlavəniz var ki, burada HR amilini vurğulaya bilərsiniz, insan resursları, amma hər bir halda şöbələr olmalıdır və sektorlar, sahələr var. Bir şirkət üçün vacib bir hesab etdiklərimiz nüanslar var. Amma o nüanslar sırasında hər zaman öndə, hətta biznes mühitində belə, networkinglərdə belə ən çox müzakirəyə çıxarılan məsələlər satış və marketing istiqamətidir. Və biz bugün satışa toxunmayacağıq. Sadəcə ən çox nələr müzakirə olunur bazarda da, hətta böyük tədbirlərdə də, hətta B2B-lərin özlərinə, görüşlərə bizim tədbirlərimizdə də şəxsən gələnlər sırasında biz bu adamları daha çox görürük. Şirkət rəhbərlərinə, CEO-larla yanaşı biz məhz üzr istəyirəm, bu adamları da daha çox görürük və bugün biz elə marketingdən danışacağıq, amma marketingin qiyməti. Burada qiymət sözünü İkili yanaşma ilə də verə bilərsiniz. Bu həm marketingin qiyməti bugün necədir? Yəni şirkətlərimiz bunu necə dəyərləndirir? Marketingin qiyməti deyəndə bunun həll yollarını 360 marketinqə əhatələyəcək bu öz yerində. İstənilən media üzrə, istərsə də digital üzrə bunu da dəyərləndirəcək. Bir də marketingin qiyməti. Yəni bugün bazardakı qiymətindən, rəqəmlərdən söhbət gedir. Həm də rəqəmlər burada danışacaq. Buna toxunacağıq və getdikcə rəqabət artdığı şəraitdə bəzən çox təəssüf olsun ki, bu təkcə yəni bir sahə üzrə deyil, bir çox sahələrdə qiymət satış strategiyasına da gətirib çıxardır. Biz bəzən marketinq həllər edirik, endirimlər edirik, kampanyalar edirik və başlayırıq elə bir rəqiblərimizdən üstün olmaqla bağlı və istəmədən belə qiyməti aşağı salmış oluruq. Və marketingin qiyməti bu arada həm bu işin dəyərindən dəyəri və balans məsələsi qalır. Digər tərəfdən satışa da təsir edir. Və burada bayaq dediyi müzakirə, hətta mübahisəyə gətirib çıxarır. Görürsünüz, necə əlaqəlidir. Və onlara da biz toxunacağıq. Amma biz marketingin qiymətini deyəndə həm şirkətdə marketingin dəyər qiyməti, həm də bugün rəqəmlər qiymətdən danışacaq. Getdikcə dəyişən dünyamızda, getdikcə texnoloji amillər artdığı bir dünyada təbii ki, marketing, peşəkar yanaşma ilə bağlı marketingin dəyərini bilənlər bilir. Əgər dəyərini bilirsənsə, qiymətini də bilmək lazımdır. Rəqəmlər dəyişir. O bəzən söz var, deyir, qiymət dəyişə bilər, amma azalan yoxdur, artan var. Bəli, temp artır. Çünki rəqabət böyüdükcə, istəklər artdıqca və dünyada ki, bu proseslər hansı ki, biznes mühitində biz danışırıq, marketingin yanaşması, marketing, qiymətlər, daha çox ödənişlər, mən daha çox tanıdacam özümü, daha çox təqdimatlar, reklamlar çəkəcəm. Amma reklamların çəkdiyimiz tərzdə biz hansı reklam həzm olunacaq, hansı reklam dillərə düşəcək, hansı reklamlar daha çox qınaq obyektinə çevriləcək, reklam imkanı anti-reklama çevriləcək. Bu kimi nüanslar var, amma bunlar hamısı xərcdir, bir qiymətdir, bir rəqəmlərdir. Amma bu rəqəmləri qaydasında, həlləri ilə onlara çox gözəl, indi müasir dövrdə innovativ yanaşma tətbiq edə bilərsiniz. Bu sosial media üzərindən, digital üzərindən bunlar başqa. Amma kreativlik,
yeni baxış, yeni işıq, yeni çalar, yeni missiya, yəni nə ad versək, biz insanlar hərdən nə deyirik və bu dönəmin ərəqsüdə bu Z nəsli, qarşıda bizə alfa nəsli gözləyir. Bu nəsil hər şeyə razı olmayan nəsildir. Yəni yeni bir axtarışda, bu biznes mühitinə də təsir edir. Niyə? Çünki bu məmləkətdə biz yaşayırıq da və biz şirkətdə kim işləyir? Biz işləyirik. Sabah o gələn nəsil də bu şirkətdə çalışacaq və onların baxışlarına uyğun formalaşma olacaq və onların baxışlarına uyğun tələbat formalaşacaq və biz həm də ona diqqət edəcəyik. Amma bütün bu məsələlərin müzakirəsini illərin marketinqi mütəxəssisi, marketoloqu, həm də mənim çox böyük hörmət bəslədiyim, işinin peşəkarı olan illərin bir şirkəti də var, Yellow Ad şirkəti. Bax, bu şirkətin təsisçisi Namiq müəllim bizimlə bərabərdir, Namiq Bayramov. Namiq müəllim, xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Əla, sizin yanınızda necə ola bilər? Təşəkkür edirəm. Allah sizi var eləsin. Hər zaman da biznes mərkəzində siz də yanında olursunuz və buna görə çox böyük təşəkkür edirik. Və bizim tədbirlərimizdə həm spiker olaraq, həm moderator olaraq, həm ümumiyyətlə tədbirlərimizdə böyük sevgi ilə, coşqu ilə gəlirsiniz, bizə güvənirsiniz, bizə inanırsınız, bu çox önəmlidir və sizin kimi peşəkarların yanında da biz öyrənirik və sizin kimi peşəkar dostlarımızın dəstəyi bizi ruhlandırır və belə bir böyüklərimizdən dəstxət almaq, nümunə, örnək bizi hər zaman da uca edir. Buna görə də sizə təşəkkür edirik və sizin simanızda olan bu dəstxətlə bizə güvənən və o sevgini, o coşqunu, o təmənnasız dəstəyi göstərən bütün insanlarımıza çox sağ olun deyirik. Və sizə xoş gəlmisiniz müəllim. Çox dəyərlisiniz bizə və bugün biz marketinqin qiymətindən danışacağıq. Gəlin ümumiyyətlə bir qiymətin dəyərləndirək, rəqəmlərlə deyil. Ümumiyyətlə hazırki durum, illərdir baş şirkətlərlə işləyirsiniz. Yellow Ad şirkəti, bax, siz kreativ həllər verirsiniz. Çəkirsiniz, reklamlar, təqdimatlar, bir şirkətin image reklamından tutmuş tanıtma qədər, xidmətlərinin, istehsalatçı sənayesindən tutmuş hər bir detalını təqdim edirsiniz. Və bugün bütün bunları nəzərə alaraq deyə bilərik və getdikcə yanaşma artır, bazar böyüyür, rəqabət böyüyür, hər kəs yeni bir şey istəyir, kreativ, yaxşı bir şey olsun yanaşması edir. Bəlkə heç ideallarımız belə yoxdur. Olur da, qapımızı döyürlər və Namiq müəllim, biz sizə güvənirik. Tamamdır, güvənin, təşəkkür, amma nə istəyirik? Bunu ideyanı deməyənlər də var. Elə bir şeyin əli olsun. Yəni belə bir sadə... Cəmin söz var, canım nə çəkdi biliyor musun? Çilik şəkini sofrada çilək yeri muz gibi gəlsin. Elə şeylər çox... Bax, elə bir... Bax, elə bir detallarla bağlı istədim ki, danışaq. Bu şirkətlərdə marketinqin qiymətini, dəyərini saxlaya bilirikmi? Çox sağ olun dəvətiniz üçün. Mövzuya keçməzdən öncə bir sual verim sizə. Bir ağacı ayaq üstə saxlayan, yerində saxlayan nədir? Onun bir növrəsi göldür. Kökü. Kök harda olur? Torpaqda. Bugün torpaq çərşənbəsidir. Mən bu torpaq çərşənbəsi münasibəti ilə, axır çərşənbə münasibətilə bütün xalqımızı təbrik edirəm. Çox sağ olun, Elazığ. Ölkə bizneslərinə, kökü dərinlərə, ən dərinlərə gedən ağac qədər möhkəm köklü, sağlam köklü olmağı arzulayıram. Qoy köklü olsun, onlar boyatsınlar, böyüsünlər. Ölkə biznesləri böyük ağac olduqdan sonra onun altında çox belə deyim ekosistem yaranacaq, təbiət çiçəklənəcək, çox canlılar faydalana biləcəklər, insanlar faydalana biləcəklər. Ona görə ölkə biznesləri vacibdir. Mən hər kəsə müxtəlif arzular edə bilərəm, amma mən biznes sahəsinin adamı olaraq ölkə bizneslərinə sağlam köklü, qollu budaqlı, böyük ağac olmağı və davamlı olaraq böyüməyi arzu edirəm. Bəli, çox təşəkkür edirik. O ki qaldı mövzuya. Biraz çox qollu budaqlı olur, sonra biraz keçir budaqları elə kəsək ki, ondan sonra yenə də çiçək açsın da. Yəni təbii o nə zaman olur? Zamanla yaşlaşma hiss elədikdə, yəni şirkətlər də özlərində müəyyən bir budama əməliyyatı aparırlar, bir yenilənmə edirlər və daha böyüyürlər. Marketinqin qiymətinə gəldikdə, marketinqdə endirimlə danışırsınız. Marketinqdə endirim olur, amma marketinqin özü endirimli olmur. Necə ki, brilyant endirimdə olmur, marketinqdə biznes üçün bir brilyantdır, dəyərini bilənə təbii. Əgər bir şirkət marketinqə xərc kimi yanaşıb, bir balaca çətinliyə düşəndə marketinq xərcindən azaldaq deyə düşünürsə, o təbii ki, heç vaxt brilyant kimi görə bilməyəcək. Onun nəzərində əslində o marketinq torpid palçıq kimi görünəcək, hansı ki, onu balaca bir tərpətsə, üstünü açsa görəcək ki, altında brilyant var.
Onun dəyərini bilmək lazım. Dəyərini təbii ki, hər kəs bilə bilməz. Bundan ötürü gərək marketinqdən xəbərin olsun. Başa düşəsən ki, bu qazanda nə bişirir. Və bir də bir məsələ var. Həmin iş adamlarının qabağına marketinq olaraq yanlış bir şeylər qoyulmayıbsa, marketinq onun üçün bir illüziya deyilsə, yəni real marketinqlə qarşılaşırsa onun dəyərini biləcək. Təbii burada iki faktor var. İş adamının marketinqi anlaması və onun görüşdüyü marketinqin, yəni üzləşdiyi marketinq halının, marketinq hadisəsinin, marketinq şirkətlərinin gerçəkçi şirkətlər olması. Yəni yalan, illüziya satan şirkətlər olmaması. Bizim bazarın ən böyük iki problemi var. Marketinq sahəsində maarifçilik səviyyəsinin aşağı olması, düzdür, ildən ilə artır. Fərqli yerlərdə çıxışlar edirik, bloqlar yazılır, reportajlar olunur, insanlar maariflənir, amma eyni zamanda da bizim sektorun içərisində olan bir çox parazitlər də var ki, mən buna başqa ad deyə bilmərəm. Onlar marketinqi cılızlaşdırırlar və çox böyük bir problem deyərdim ona. Marketinqə yanaşmada olan problemlər var. Ne cılızlaşdırır ki? Bax, bunun problemi nədir? Bir şey deyim. Mən Azərbaycanda marketinq ixtisası yarananda ilk qəbul olan və ilk marketinq adı ilə qəbul olunub, marketinq adından məzun olan ilk buraxılışıq biz. 97-də girdik, 2001-də bakalavr təhsili yekunlaşdıq. Bizdən öncə olan marketinq buraxılışı bir kursda var ki, onlar başqa ixtisasın adını dəyişmişdilər. Və biz 3-cü kursda oxuyanda maliyyə dərsi keçirdik. Bizim maliyyə müəllimimiz dosent idi, elmlər namizədi idi. Hansı ixtisasda marketinq, yəni reklamda izah elədik müəllimə ki, marketinq reklam deyil, reklam bunun sütunlarından biridir. Klasik 4P-nin nümunə adam qəbul olmadı. Yox, reklamsızdır. Mən həmin bir yerdə başa düşdüm, bir millətin, bir ölkənin dosenti, yəni elmlər namizədi iqtisadiyyatdan, maliyyədən dərs deyirsə və marketinqin nə olduğunu hələ başa düşməyibsə, bizim gedəcək çox uzun yolumuz var. Yəni bizim elm sahəsindən başlamalıdır. Elm sahəsində də son 10 ildə marketinqə aid fundamental işlər görüldü. Universitetlər, xüsusilə UNEC-in timsalına, ki, mən özüm də orada dərs dedim, uzun müddət orada müdafiə şurası üzvü oldum. Yəni UNEC bu baxımdan həqiqətən təqdirə layiq işlər gördü, amma ümumi olaraq bu bazarda belə deyim, akademik səviyyədən marketinqin qüsurluydu. Başdan qüsurluydu. Və təbii ki, bizneslərə sirayət edirdi. İndi bizneslərin başında duran kimlərdir? Həmin o maliyyə müəlliminin dərs dediyi tələbələrdir. Zaten yanlış bilgi ötürülmüş tələbələrdir. Və yekunda da onlar... Yəni, həmin marketinqə reklam deyənlər də. Bəli, yəni o baxımdan o adamları günahlandıra bilmirəm. Bunun müəllimi bir solu baxıq. Məsələ buradadır. Bu gəlir akademik tərəfə. Artıq məsələ bu da tərəfə yönəlir. Bundan sonraki dövrdə 2015 sonrası nə baş verdi? Marketinq bərabər reklam anlayışı hökm sürürdü. Biz özümüzü belə özümüzü lezvalayırdıq ki, belə deyil. Amma xeyri yoxdur da. Yəni insanların düşüncəsində bu dəyişmir. Çox az adamı başa salırdı. Sonra başqa bir qəmbərqulu çıxdı. SMM. Reklam bərabər SMM. Dolayısıyla marketinq bərabər SMM oldu. Şirkətlər marketoloq adı ilə SMM menecer götürdülər. O SMM menecer götürdükləri mütəxəssis də risk çəkib post paylaşmaqdan ötə bir şey bilmirdi. O yazıq qaldı çapalaya. Axırda da birini götürürdülər, 5 aydan 6 aydan sonra çıxardılar, başqası ki, bu adam marketoloq deyil. Axı sən bunun niyə marketinq yüklüyürsən üstünə? Bunun işi deyil bu. Bunun işi tutaq ki, SMM-dirsə və ya da bir nəfər götürürlər, deyirdilər ki, marketinqi də gör, SMM-i də gör. Və yekunda nə baş verirdi? Adam biraz ağıllı olanları görür ki, rəhbərlik başa düşmür. Bu SMM və ona yaxın olan müəyyən digital alətləri marketinq kimi təqdim edirdi. Arada bir-iki billboarddan, TV-dən, radiodan məsələ bitirdi. Elə bilirlər ki, marketinq bundan ibarət. Marketinqin strateji iş olduğunu anlamırdı və rəhbərlik də qəbul edirdi. Və bu formada bazar aşına-aşına gəlirdi. Sonraki dönəmlərdə bəzi şirkətlər bəli bir müddət sonra böyük vəsaitlər xərcləyəndən sonra ayıldılar ki, yox, məsələ belə deyil, fundamental yanaşmaq lazım. Bəziləri hələ də, yəni bəziləri yox, çoxu hələ də həmin o yuxudadır, həmin utopiyanın içərisindədir. Şurasında bəzilərinə deyirsən, ayılmaq da istəmirlər. Ayılmaq istəmirlər. İzah edirsən, deyirsən ki, bax, əzizim, ola bilsin, hətta belə mətn şuuraltı, yəni çox belə incə fikirlər səsləndirirsən. Çünki niyə görə? Orada da çünki bir marketinq adamı var. İndi nə dərəcədə bilir, bilmir, o artıq o şirkət bilər, həmin əməkdaş bilər, bizim kiminsə vəzifəsində gözümüz yoxdur.
Yəni incə nüanslara toxunursan ki, yəni səhv yoldasan, qəbullanmaq istəmirlər. Yəni nə desəm belə qəbullanmaq istəmirlər müəllim. Yox, elədir. Məsələ nədir ki, insanların ən böyük problemi də səhvini qəbul etməməkdir. Bu ən böyük problemdir. İstər o marketinq pozisiyasında oturan mütəxəssis olsun, istər şirkət rəhbərində olsun, İnkişafa özdən insan qapadıqdan sonra ona nə eləsən də xeyri yoxdur. Gərək buna bir həyat şilləsi dəysin. Bundan sonra ayrılırlar və başlayırlar başa düşməyə. Siz dediniz, şirkətlərə fərqli xidmətlər göstərirsiniz, reklam çəkirik və s. Amma önəmli xidmətlərin biri, məsələn, bizim verdiyimiz stratejidir. Marka gəlir ki, mən markamı tanıtmaq istəyirəm. Mən bunu tanıtmaq üçün nə eləməliyəm? Bir stratejim olmalıdır, bir yol xəritəm olmalıdır. Belə deyək, plaza dilinə isə bir roadmap'ım olmalıdır. Və bu roadmap'ın əsasında mən işlərimi qurmalıyam, planlaşdırmalıyam. Və ən böyük problem bazarda olan çox şirkət bir balaca məlumat olanda kommunikasiya planına kommunikasiya stratejisini eyni şey kimi qəbul edir. Ümumiyyətlə marketinq stratejisini reklam planı kimi qəbul edir. Bunlar tamam fərqli şeylərdir və hər şey stratejiyə tabedir. Və insanlar stratejinin nə olduğunu bilmədikdən sonra təbii ki, işə qiymət də verənməzlər, dəyər verənməzlər. Mən çox maraqlı bir dənə case deyim sizə. Deməli, ölkədə mövcud olan şirkətlərin biri bir 7 il təxminən öncə bizdən bir təklif istədi. Dedi ki, biz markanı istəyirik ki, tanıdar. Bazarda bizi tanıtmaq istehsalatımız böyükdür və həmin müəssisə Sumqayıtda yerləşən böyük şirkət idi. STP deyil, yəni başqa şirkətdir. Ağla ilk o gəlir. İstehsalat gücləri də var, kifayət sahələri var. Mən baxdım, ilkin olaraq bir məlumatı aldım onlardan. Yerindəcə bir strateji sual verdim ki, sən bunun hamısının büdcəsini qarşılamağa hazırsan, benim böyük büdcə olacaq. Gəl dedim, sizin bir sahənizi götürək, onun üzərindən istiqamətlənək bazara, sonra yavaş-yavaş digər sahələrdə olacaq və üstəgəl sənin o markanın altında ana marka da hər zaman reklam olunacaq və burada sən ana marka üçün böyük vəsait yatırtmaya ehtiyac olmayacaq. Razılaşdılar, büdcə verdim. Strateji büdcəsi, işin görülməsi büdcəsi. Bir müddət sonra işi yönətdilər kommersiya direktoruna və kommersiya direktoru da bir müddət sonra dedi ki, bəs bir şirkət var, bir reklam agentliyi. Bizə öncə də işi görmüşdü, strategik büdcə filan vermişdi, nələrsə hazırlamışdılar strateji tipində. Və onlarla anlaşdıq. Dedim, necə oldu? Dedi ki, bəs onlar stratejini hədiyyə edədilər. Dedim, tamam, stratejini hədiyyə edəcək şirkətlə işləyirsinizsə, mən sizdən heç vaxt işləyə bilmərəm. Və o agentlik də ki, stratejini hədiyyə edir, yəni ən bahalı şeyi hədiyyə edir. Yəni bu ola biləcək bir şey deyil. Deməli, ya strateji zəifdir, ya o şirkət stratejinin nə olduğunu bilmir o reklam agentliyi. Ya strateji zəifdir, yəni strateji kimi strateji deyil. Ya da o səni başqa yerlərdə alladır. Yəni bunun başqa bir şey yoxdur da, səni hardasa aldadır. Hardasa aldadır. Ya aldadır, ya da özü də o dərəcədə həvəskar amatördür ki, yəni oradan o tərəfdə gedəmir. Strateji hədiyyə olunacaq şey deyil, o ən baha şeydir. Yəni bu ən baha olan stratejidən sonra strateji olduqdan sonra strateji hədiyyə verirsən, o digərlərini hədiyyə verməlisən. Daxilində ağıllı bir mütəxəssis varsa bunu eləyə biləcəkdir, öz həyata keçirə biləcək. Əsas stratejidir də. Bu stratejini başa düşməyəm. Belə acınacaqlı vəziyyət var. Burada mən şirkət tərəfi də günahkardır, məlumatsızdır. Eyni zamanda mən agentlik tərəfi də günahkardır. Belə iş görmüyorlar yəni. Strateji necə hədiyyə ola bilər? Biz birazdan davam edəcəyik yenidən. Dəyərli dostlar, dəyərli Namiq müəllimlə birgə marketinqin qiymətindən danışırıq. İlərləyən dəqiqələrdə kəmiyyət, keyfiyyət. Bax, bu məqama toxunacaq. Bəzən biz təkcə sayla keyfiyyəti, dəfələrlə, filan reklamın dəfəsi ilə keyfiyyəti görürük. Bəzən hələ də biz marketinqin özünün dəyərini anlamaqda çətinlik çəkirik. Marketinqə əlavə xərc kimi baxırıq. Orada olan şöbə əməkdaşlarının bir şirkət, bir balaca maliyyə sıxıntısı olan kimi ilk ixtisara saldığı şöbələrdən biri marketinq şöbəsidir. Sol olunur. Niyə? Bax, bunun niyəsini mən Namiq müəllimdən də soruşacağım.
Sobex, möhkəm kafel və keramika yapışdırıcısı. İstənilən hava şəraitində hər növ daxili və xarici səthə yüksək yapışma gücü, rahat istifadə, uzun ömürlü keyfiyyət. Daha nə olsun? Sobex, möhkəm olsun. Araz Radyosu'nda reklam vaxtı. Prior lizində getdim. Elə bir təklif eşitdim ki, dedim əntiqədir bu. Aha, nə oldu? Dedilər köhnə traktorunu gətir, al təzəsin, sərf eləsin, bax beləsin. Mən də bəyəndim bu işi. Onsuz da köhnə traktorumu alan adam yox idi. Üstəlik xərci çox idi. Prior gəldi yerində qiymət çıxartdı və aldı. Elə bir möcüzə gəldi. Eyni gündə köhnə getdi, təzə gəldi. Hələ bir sərfəli kredit də təşkil etdi mənim üçün. Köhnə traktorun həm vaxtını, həm pulunu alırsa, Prior'a gətir. Yenisini apar. Ətraflı məlumat üçün 858-ə zəng et. Kaspian Enerji Qrup izolyasiya və inşaat materiallarının ölkəmizdə iri idxalçılarından biridir. Dünyaca məşhur Texnonikol və Penoplex markalarının Azərbaycanda rəsmi nümayəndəsidir. 500-dən çox çeşidli inşaat materiallarının topdan satışını həyata keçirən Kaspian Enerji Qrup inşaatınızın güvənilir və əvəz olunmaz partnyoruna çevrilə bilər. Daş yunu, XPS, PVC membranlar, bitumlu membranlar, primer və mastiklər, OSB fanera, betopan, alçıpan və profilləri, digər yüzlərlə məhsulları ilə xidmətinizdədir. Evinizə və layihənizə izolyasiya materialları lazımdırsa, bunun üçün ünvan Kaspian Enerji Qrup olmalıdır. Telefon 050 458 88 88. Müasir və yeni tibbi texniki bazaya malik West Hospital pasiyentlərə üstün xidmətləri təqdim edir. Burada beynəlxalq standartlara cavab verən 20-dən çox tibbi şöbə, eləcə də klinik laboratoriya xidmətləri mövcuddur. Əlavə olaraq, Respublika ərazisində xəstələrin nəql olunması, ünvana təcili və təxirə salınmaz tibbi yardım. Ha belə ünvanda laboratoriya xidmətləri mövcuddur. Ünvan Binəqədi rayonu Azadlıq metro stansiyasının yaxınlığında. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Çiko qara yıldırım aləmi vurur, tadı qalır ayrılmaq olmur. Çiko dadından doyulmur, qara yıldırım ayrılmaq olmur. Çiko qara yıldırım aləmi vurur. Dadan bilir, ayrılmaq olmur. Qənaətli Novruz alış-verişi Neptun'da mart ayının 31-nədək Nescake 1 kilogram qozlu paxlava 14 manat 50 qəpik deyil, cəmi 11 manat 60 qəpik. Telefon 162 Neptun Supermarket. Novruzun gəlişinə Embavut'dan super təklif. 100-dən çox mebeldə fabrik qiymətinə indirim. Yalnız 10 gün. Novruz kampaniyasından yararlanmağa tələsin. Əlavə olaraq istədiyiniz mebeli 18 ay faizsiz kreditlə alın. İlk ayın ödənişi bizdən hədiyyə olsun. Ətraflı embavut.az və ya 126 Embavut. 30 il sizinlə. Gün boyu səbr edən bədənimiz iftarda bir qurtum su ilə dirçəlir. Hər damla bir şükür, hər süfrə bir bərəkətdir. Təbiətin saflığını süfrənizə gətirən badamlı ilə Allah orucunuzu qəbul etsin. Pimapen, pencereye adını veren, adını pencereye veren Pimapen. ABB istiqrazları ilə pulunuzun üstünə pul gələcək. Hər 100 manata illik 11%-ə qədər gəlir qazana bilərsiniz. Seçim sizindir. 1 illik 10%, 2 illik 11%. Üstəlik faiz ödənişləri rüblükdür və vergidən azaddır. Yüksək likvidliyi təmin olunan ABB istiqrazlarına abunə yazılışı 17 mart tarixinədək davam edəcək. Fürsəti qaçırmayın. Elə indi ABB Mobile-la daxil olub ABB istiqrazlarına abunə yazılın. Ətraflı 937. ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Araz Radyosu'nda reklam vaxtı. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Hər uğurun bir məkanı, hər ideyanın bir dayanacağı var. Dayanmaq üçün deyil, başlamaq üçün Biznes Mərkəzinə gəl. Biznesmenlərin təcrübəsindən öyrən, öz yolunu qur. Həftə içi 5 gün. Biznes Mərkəzində cibinə və beyninə yatırım elə. Baş sponsor, Prior Leasing, xüsusi sponsorlar, Oba Marketlər şəbəkəsi, Kaspian Enerji Qrup, West Hospital, Çiko tumları, sponsorlar, Agrostems şirkəti və Hazel.
Efirimiz devam etməkdədir dəyərli dostlar. Bir daha da hər birinizi salamlayırıq və çox gözəl bir mövzumuz var və ondan da gözəl olan, ondan da dəyərli olan bizim çox hörmət etdiyimiz bu biznes mühitində də dəyəri, dəstxətli yeri olan Namiq müəllim bizimlə bərabər. Namiq Bayramov Yelad şirkətinin təsisçisidir və marketoloqdur. Və söhbətimizi davam etdiririk. Bizə qoşulmaq niyyətiniz olarsa, hazırda bizim efirimiz canlı yayımlanır Araz FM-in Facebook səhifəsində də. Hətta arxivlənir, qalacaq orada bir ay müddətində və ən qısa zamanda isə bilirsiniz də bizim klubumuzun səhifələri çox aktivdir. İstər Facebook, istər Instagram, istər LinkedIn və bizi bəzi sahibkarlar niyə buna tam rahatlıqla deyirəm? Sahibkar dostlarımız deyir ki, sənin üçün darıxanda birinci klubun səhifəsinə daxil oluruq. Çünki çox aktivdir, çox yeniləmələr, çox xəbərlər, çox məlumatlar var. Reels videolar təqdimatları, gündəlik qonaqların təqdimatları, yeni xəbərlər, yeni məlumatlar, tədbirlər, hər şey sosial media səhifələr üzərindən gedir. Bəli, biz bunu çox aktiv davam etdiririk. Hətta şirkətlərimiz orada çox geniş təqdimatları olur və inşallah aprel ayından bu prosesi biz biznesmerkezi.az saytımız üzərindən də edəcəyik. Artıq bizim saytımız klub saytı deyil, klub saytı ilə bərabər bir bildiyiniz biznes iqtisadiyyat saytı kimi də fəaliyyət göstərəcək. Orada artıq şirkətlər öz xidmətlərini belə, öz kampaniyalarını belə rahat bir şəkildə bizim biznes mərkəzi az web saytından da rahat istifadə edəcək. Sahibkar dostlarımızın müsahibələri yer alacaq, blogları yer alacaq, şirkətlərin xidmətləri, klubumuzun üzvlərini daha ətraflı görə biləcəksiniz. Bütün məlumatları, yenilikləri, PR xidmətlərini, maariflənmə, video layihələrimizi, podkastlarımızı, hər bir şey oradan da rahat bir şəkildə izləyə biləcəksiniz və hər birinizə də daha doğrusu bizim klubumuzun ətrafında yanımızda biznes mərkəzi klubun yanında olduğunuz üçün də təşəkkürümüzü bildiririk. Və bugün biz marketinqin qiymətindən danışırıq. Namiq müəllim onsuz da bu marketinq istiqamətinə çox yaxşı qiymət verən insanlardandır. Amma çox təəssüf olsun ki, biz bəzən o qiyməti hər bir şirkətdən, hər bir biznes adamından ala bilmirik. İndi biz tənqid edəndə deyirlər ki, qardaş, siz yaxşı təbliğ edin, biz də sizə inanaq. Zamanında biz bayaq dediyimiz ki, o müəllim məsələsi vardı, bünövrə məsələsi vardı. Biz səhv etmişik. Bizi indi əməkdaşlarımıza səhv öyrətməsinlər. Haqlıdırlar da. Niyə görə? Bayaq bir agentlik dediniz. Tutaq ki, X bir agentlik. Tutaq ki, orada bir gənclər var. Nəyinsə xatirinə biz insanlara yalan danışırıqsa, 5 manat pul alacaqsa, orada artıq deyir bu şirkətin strategiyasına görə pulsuz insanlara bonus şəklində veririksə, gözümüzü yaxşı göstərmək, yaxşı insan kimi göstərmək, yaxşı dostu kimi göstərmək. Halbuki bir gün pulunu gecikdirsə, üzünü elə döndürəcək ki, tanımayacaq həmin adamı. Yəni, belə səhvlərimiz biz şirkət sahiblərinə haqq verirəm. Düz deyirlər. Axı biz niyə burada da pis təqdimatın ucbatından yaxşılar da gedir. Və elə qələmə verilir ki, bugün əgər bu sözü hansısa bir X agentlik deyibsə, sabah bunu Namiq müəllim də deyəcək, sabah bu fikirdə Rüfət də olacaq, fərq etməz. Yəni belə bir ümumləşdiririk. Səhvimiz oradadır ki, hər kəsi ümumləşdiririk və bəzən də kəmiyyətə qaçırıq. Deyirlər ki, qardaş, sizdən əvvəl bir şirkət gəlmişdi. Gündə 55 dənə reklam spotu. Deyirəm hansı vaxtlarda? Baxıram vaxtlarına. Gilə saat 12-də, səhərə yaxın, hər kəsin yatdığı vaxtlarda, prime, qeyri-prime heç birindən nəzər yetirilmir. Sadəcə saya baxırır və çox təəssüf olsun ki, belə saylarla da, belə kəmiyyətlərlə də bəzi sahibkar dostlarımızı da yaxşı mənada deyim, pis mənada deyim, aldatmağı bacarırıq. Yəni, inandırmağı bacarırıq. Daha doğrusu, biraz daha səlis səslənər. Belə halların baş verməsi, bax, birinci məqam. Sahibkar deyir ki, günah bizdədir, düzgün təbliğat edə bilmirik. Sahibkardan qismən razıyam, amma həm də yox. Nədən razı deyiləm? Mən bu sahan adam deyiləm ki, siz öyrədin, mən də öyrədim. Tamam, amma sahibkar öyrənmək istədi də nə vaxt öyrətmədik? Yəni, öyrənmək istədi, yəni öyrətmişik. Hətta elə sahibkar olub ki... Və yaxud da ki, ideya verdik, nə vaxt təsdiqlədi ki, biz etmədik? Yəni, məsələ də ondadır. Sahibkarın baxdığı məsələ, yəni çoxluq halda, yəni əsasən yanaşma həmişə maliyyə üzərində olur. Başa düşürəm, biznes rasional yanaşma, belə deyim, üstünlük verməlidir. Amma
maliyyə də birinci nəyə gətirir? Maliyyənin ölçdüyü şey nə olur ki, bunu etdim indi, bu dəqiqə effekti nə oldu? Mən bir endirim kampaniyası edəcəm, bu qədər satışım artacaq. Onun işin emosional tərəfi araşdırılmır ki, nə olacaq? Bundan sonrası da, məsələn, mən satış etdim, endirim etdim, satış oldu. 3 dəfə satış artdı. Endirim bitdikdən sonraki ay satışlar necə oldu? Düşdü ya yox? Buna baxmaq lazımdır. Çünki sən sabahın satışını bugün edirsən. Bəli. Üstə gəl, endirim etdin, markanın dəyəri necə oldu? Davamlı endirim edən markanın dəyəri olmur. Və getdikcə də onlar istehlakçı qiymət əsaslığı üzərində qurur hər şeyi və davamlı olaraq səyyah istehlakçılar deyirlər onlara. Kimdə endirim var, gedir onlardan alır. Və böyük istehlakçıların böyük əksəriyyətdə elədir. Müştəri də hər zaman onu belə görəcək. Belə görəcək. Niyə? Məsələn, mən hansısa bir dəyərə sahib məhsul almaq istəyirəmsə, bir dəyər istəyirəmsə, özdə dəyər verən markadan alacağım. Mənə hansısa bir tələbatı ödəmək, anında olan tələbatı ödəmək lazımsa, mən nə ötürü markanın A, B, C olmağına fərqi yoxdur. Kimdə yaxşı şərtdə ondan alacağım. Və bazarda həmişə bu səviyyədə markalar və bu səviyyədə istehlak vərdişlər olub. Eyni istehlakçı yaxşı bir şey istəyəndə gedəcək özünü dəyərli edən markadan alacaq. Və marka özünü dəyərli etməsə də heç vaxt ucuz qiymətlə, endirimlə olmur. Və bu zaman artıq baxmaq lazım. Mən stratejini boşuna demədim. Sən stratejin nədədir? Sən nə əldə etmək istəyirsən? Buna baxılmalıdır. Bir də sahibkarların ən çox üzləşdiyim, onları qorxudan sual nədir? Məhsul reklamını eləmək istəyirəm ki, şirkətin imici qalxsın, məlumatlı olsun. Sual verirəm, nə qədər büdcəniz var? Büdcəni demək, siz təklifə verin. Deyirəm, müəllim, mən sizə təklif verə bilərəm. 5.000-dən 5 milyona qədər. Mən bilmirəm axı sənin büdcən nədir. Elə fikirləşirlər ki, büdcəni deyəndə mən büdcəni oğurlamağa fikirləşirəm. Bəli. Yəni, çox təəssüf ki, səhv başa düşürlər. Səhv başa düşmürlər. Əslində düz başa düşürlər. Çünki bazarda əksər şirkətlər o cür fikir formalaşdırıblar. Biz səhv, elə bilirlər ki, biz səhv başa düşürük, amma elə deyil. Mən də çox rastlaşmışam, Namiq müəllim. Tutaq ki, bizlə əməkdaşlıq etmir, istəyir və ya bir forma gəlir. Gəlir, biz təklif edirik, bəlli bir təklif qiyməti var da, forumlarında özünün bir dəyəri var. Təbii ki, söz yox ki, çox təəssüf olsun ki, oradan da dəyərdən salırlar bəzən forumların qiymətlərinə. Mən baxanda şoka düşürəm, yəni siz də yəqin Namiq müəllim. 300 manata sponsorluq edirlər. Yəni 300 manata. 300 manata forumda sponsorlar. Yəni bu nə yanaşmadır, siz Allah. Və onunla da o çox pul ödəyən müştəriyə qarşı hörmətsizlikdir. Hə, narahat olma. Sənə bax bunu özəl edirəm ha, heç kim bilməyəcək. Amma heç kim bilməyəcək. Bu biznes etikası harda qaldı? Yanlışdır bu. Yəni bu çox böyük təəssüfdür. Biz də eşidirik o xəbərləri. Şirkət gəlib mənə deyir ki, mən falan forumdaydım. Orada mən 300 manat vermişəm. Dedim, ged həmin foruma. Gözdə həmin forum növbəti bir dəfə də olsun. Orada baxırsınızmı, araşdırma edirsinizmi, keyfiyyət nədir? Siz istədiyinizi tapırsınızmı? Yoxsa 300 manat verim, gəlim şəkil çəkim, gedim, mənim də bir stendim olsun, 2-3 cümlə olsun, video çəkdilər, paylaşdılar. Biz burada sponsoruq, nəticə. Bu məsələdə də belədir. Yəni adamlar bu cür yanaşma ilə, yəni biz deyirik ki, büdcə deyil, yəni büdcənizi deyil. Büdcə məsələsi də belədir ki, çoxu qarşılarına çıxan o belə deyim, o fırıldaqçılar elə bir qorxu yaradıb ki, onlar hamıya gözdən baxırlar. Deməli, bunların problemi nədir? Problem odur ki, siz qarşınıza çağırdığınız şirkəti bir araşdırın. Əmin olun ki, fırıldaqçı çağırmamısınız. Ondan sonra oturun, təmiz söhbət edin ondan. Bazarı araşdırmaq lazım. Siz fırıldaqçı ilə dürüst şirkəti ikisini eyni arada çağırıb, yəni ondan görüşdən çıxıb o birinə girəcəksinizsə, siz vaxt doğru qənaətə gəlib çıxmayacaq. Bir vaxt bir şirkət dedi ki, təklif göndərmişik, soruşduq necə oldu. Müəllim, sizi təklif baha çıxdı. Biz başqasına üstünlük verir. Dedim, rəqiblərim kimlə? Bunu deyəmir. Dedim, necə deyəmirsin? Sən məndən də qiymət alsan başqasından da, mən bilməliyəm məni kimlə rəqib hesab edirsən. Bəlkə elə şirkət var ki, mən istəmirəm heç onunla bir sırada rəqib olaraq görünmək. Və elə olduğu halda mən sənə elə şirkətlər var, həqiqətən elə addım atıblar və onlardan gələn sorğuları biz belə ignore edirik də, bir ingiliscəsi ignore edirik. Geri çeviririk və onlara cavab vermirik. Ümumiyyətlə reaksiya vermirik. Niyə reaksiya verim? Mən niyə reaksiya verim axı? Məsələn, hansısa mən strateji kommunikasiya quran şirkətəm. Məndə də dizayn xidmət var. Hansısa print house-da da, çap evinə dizayn xidmət var. Və çap evi bir dizaynı hədiyyə edir. Yəni dizaynı hədiyyə edir. Çünki onun məhsulun üzərinə, maddi olaraq çapın üzərinə qoyur onu və onu hədiyyə edir.
çap evi ilə məni eyni cərgəyə qoyub məndən dizayn qiyməti alırsan, ondan da dizayn qiyməti alırsansa, hətta copywriting qiyməti alırsansa, yəni artıq sən bu bazarı başa düşmürsən. Mən səndən niyə işləyim ki? Niyə vaxt sərf edib sənə təklif hazırlayım ki? Yəni məsələ budur. Belə hallarda biz də bildiyimizdə imtina edirik və bir çox hallarda olub ki, müştərini də qınamışıq ki, belə olmaz da. Yəni sən məndən onu eyni cərgəyə qoyanmazsan. Mənim rəqiblərim filan şirkətlər. Demək istəyirsən, deyim rəqiblərim çağır onlardan da qiymət al. Görəcəksən onda ki, bu ədalətli qiymət necə formalaşır? Sən çox halda sevdiyim bir müqayisə var. Həmişə də deyirəm, bəzi şirkət rəhbərləri kobul qarşıdır. Dedim, reallıq olur. Siz Mercedes-lə Zapını müqayisə etməyin. Yəni onlar mənim yanımda Zapıdırlar. Mən Mercedes-əmsə, mənlə müqayisə olunacaq avtomobillər var da, BMW-si var, Jaguar var və s. Kimi məndən üstü, kimi məndən aşağı. Amma yekunda mənim bir belə deyim, səviyyəmdə olanlar var. Siz aşağıda olanlarla, Zapının da öz səviyyəsində olanlar var, onları müqayisə edin. Sizin işiniz ondan keçəcəksə, məni çağırmayın, onları çağırın. Yox, məndən keçəcəksə, mənə uyğun olanları çağırın. Və burada rəqabət qiymətləndirməsi doğru olmalı. Bu marketinq sahəsində yox, ha. Əksər sahədə mühasibatlıq şirkəti seçirlər, freelance səviyyəsində mühasib də peşəkar mühasibatlıq şirkətini eyni səviyyəyə qoyub müqayisə aparılır. İnsan resursları xidmət göstərən şirkət seçilir, onlarda da belə olur. Yəni hər birində ya televiziya, radio seçilir, hansısa bir belə deyim, aşağı səviyyədə çox güclü proqramları olmayan, investisiya etməyən televiziya ilə normal bu işə investisiya edən televiziya eyni cərgəyə qoyulur. Bu müqayisə oluna bilməz, deyil mi? Tamamilə doğrudur və o kimi nüanslara fikir vermək lazımdır. Mən getdim reklamımı 6 dənə 10 dənə radioda verdim. Axı sizin bu qiymət təklifi uyğun deyil. Deyirik ki, gəl bizim bir dəfə efirimizə qonaq ol. Bizdəki komanda ruhunu, buradakı komanda əməkdaşlarının sayını, buradakı yatırılan investisiyanı, sizin üçün yaradılan şəraiti, reytingi, yəni bütün bunlar nəzərə alınmalıdır. Amma çox təəssüf olsun ki, bəzən ya bunu görməzdən gəlirik, ya da ümumiyyətlə fikir vermirik ki, reklamda da mən elə şirkət var, mənə gələ bilir ki, yəni qardaş, mənə belə şey lazım deyil. Mənim adım geçsin. Yəni bunu mənim reklamım geçsin, mən ona baxmıram. Mən qoy altdan radioda gedim, qoy 30 dənə reklam çarxım geçsin, mən buna fikir verirəm. Orada artıq mən bilmirəm, agentliyimi günahlandırım, sahibkarımı günahlandırım, o sahibkarın yanında olan marketing departamenti rəhbərini mi günahlandırım? Dəfədən olub demişəm ki, ay departament rəhbəri, tir sakit qal, çox deyərsən, məni yerimdən edərsən. Sopsan boyanın silinə bilən daxili divar boyası Sop Plus ilə ev təmirindən uzun müddət sonra da divarlarınız yeni kimi olacaq. Divara ləkə düşdü, heç narahat olmağa dəyməz. Sil və yeniliyi həmişə hiss et. Sop Plus'la təmiriniz həmişə təzə kimi olacaq. Sopsan, dünya boyandıqca gözəldir. Ətraflı məlumat Ulduz 4545. Araz Radiosunda reklam vaxtı. Prior lizində getdim. Elə bir təklif eşitdim ki, dedim, əntiqədir bu. Aha, nə oldu? Dedilər köhnə traktörünü gətir, al təzəsin, sərf eləsin, bax beləsin. Mən də bəyəndim bu işi. Onsuz da köhnə traktorumu alan adam yox idi. Üstəlik xərci çox idi. Prior gəldi yerində qiymət çıxartdı və aldı. Elə bir möcüzə gəldi. Eyni gündə köhnə getdi, təzə gəldi. Hələ bir sərfəli kredit də təşkil etdi mənim üçün. Köhnə traktorun həm vaxtını, həm pulunu alırsa, Priora gətir. Yenisini apar. Ətraflı məlumat üçün 858-ə zəng et. 2021-ci ildə fəaliyyət göstərən Agrosystems şirkəti aqrar məhsulların keyfiyyətini qoruyan və fermerlərin rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir. Bura hidrokuller və aerokullerlər vasitəsilə meyvə və tərəvəzlərin soyudulması, meyvə və tərəvəzlərin uzun müddətli və təzə saxlanılması üçün soyuducu komplekslərinin tikintisi, eləcə də cücə bəsləmə və damazlıq heyvan yetişdirmə komplekslərinin tikintisi daxildir. Biznesinizi böyütmək üçün 100% investisiya etməyə ehtiyac yoxdur. Cəmi 20% ödənişlə müasir infrastruktur sahibi olun. Qalanını dövlət subsidiyası və faizsiz liziklə reallaşdırın. Agrosystems ilə bugün investisiya edin, illərlə qazanın. Telefon 050 444 1701. Çiko qara yıldırım aləmi vurur. Çiko qara yıldırım aləmi vurur. Tadı qalır ayrılmaq olmur. Çiko dadından doyulmur. Qara yıldırım ayrılmaq olmur. Çiko qara yıldırım aləmi vurur. Dadan bilir, ayrılmaq olmur.
Müasir tibbi texniki bazaya malik West Hospital pasientlərinə 20-dən çox tibbi şöbəsi ilə xidmət göstərməkdədir. Təcili və təxirə salınmaz tibbi yardım şöbəsi 24 saat xidmətinizdədir. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdir. Az faizli yaz kreditini qarşıla. Bir bankda nağd kredit artıq 6%-dək endirimlə verilir. 30 aprelədək müraciət et və 50.000 manatadək kredit əldə et. Üstəlik krediti Bir bank tətbiqi ilə olduğun yerdən vaxt itirmədən rəsmiləşdir. Bir bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci il tarixli 244 nömrəli bank lisensiyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəə nişanıdır. Qənaətli Novruz alış-verişi Neptunda mart ayının 31-nədək 1 kiloqram qoz ləpəsi 16 manat 50 qəpik deyil, cəmi 12 manat 85 qəpik. Telefon 162 Neptun Supermarket. Gün boyu səbr edən bədənimiz iftarda bir qurtum su ilə dirçəlir. Hər damla bir şükür, hər süfrə bir bərəkətdir. Təbiətin saflığını süfrənizə gətirən badamlı ilə Allah orucunuzu qəbul etsin. Pimapen, pencereye adını veren, adını pencereye veren Pimapen. Araz Radyosu'nda reklam vaxtı. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Hər uğurun bir məkanı, hər ideyanın bir dayanacağı var. Dayanmaq üçün deyil, başlamaq üçün Biznes Mərkəzinə gəl. Biznesmenlərin təcrübəsindən öyrən, öz yolunu qur. Həftə içi 5 gün. Biznes Mərkəzində cibinə və beyninə yatırım elə. Baş sponsor Prior Leasing, xüsusi sponsorlar Oba Marketlər şəbəkəsi, Caspian Enerji Group, West Hospital, Çiko Tumları, sponsorlar Agrostems şirkəti və Hazel. İlk saatımızı yavaş-yavaş yekunlaşdıracaq, amma bizim söhbətlərimiz ikinci saatda da davam edəcək. Marketinqin qiymətindən biz danışırıq. Bu bazarda yəni kifayət qədər irəliləyiş olsa da kifayət qədər problemlər də qalmaqdadır. Biz bunun müzakirəsini ikinci saatda da Namiq müəllimlə, Namiq Bayramovla Yelad şirkətinin təsisçisi ilə davam etdirəcək və bizim buradakı müzakirələrimizin bir neçəsini Reels videolar formatında ən qısa zamanda Biznes Mərkəzi klubumuza məxsus sosial media səhifələrində inşallah görəcəksiniz və bu arada dostlarımıza təşəkkür edirik. Verişimizin baş sponsoru Prior Leasing'dir. Hər zaman müasir fermerimizin yanında olan Prior Leasing gözəl imkanlar, gözəl kampaniyalar, gözəl təklif edir. Dünyaca məşhur brendlərə məxsus traktor və kombaynlar ta qapımıza qədər çatdırıblar. 40% dövlət güzəşti var, 60 ayədək faizsiz leasing imkanları. Azərbaycanda 20-dən çox satış nöqtəsi və çoxlu filiallar üzrə məntəqələr var. Ona görə də təsərrüfat işində məşğul olanlar paytaxta gəlməyinizə də ehtiyac yoxdur və olduğunuz məntəqədən 858 qısa nömrəsindən danışın. Uyğun traktorlarla bağlı ən yaxın məntəqə sizə yönləndirsinlər. Test drive'lara qədər var. Saha günləri təşkil olunur və texnikalar barədə ətraflı məlumat verilir. Mütləq şəkildə Prior Leasing'dən əməkdaşlıqda fayda var. Dostlarımızdan biri də West Hospital'dır. Bayram günlərində səhhətimizdə çətinlik, Allah ağrısı, risk olarsa və yaxud da ki qidalarımızla bağlanarsa, özünüzdə bir çətinlik yaşayarsınızsa və yaxud da ki halsızlıq olarsa, bu zaman sağlam dostlarımızdan biri olan West Hospital'a müraciət edə bilərsiniz. Təcili yardım xidmətlərinə qədər ixtiyarlarınızdadır. Ulduz 7606 qısa nömrəsidir. Elimizin obası var. 10 ilin yaxın qonşusu Oba Marketlər şəbəkəsidir. Dəyərli qonşum, Obanın qonşuda 2 qat bayram lotereyası davam etməkdədir. 31 mart tarixinə qədər Obadan aldığın siyəzən, dadlı toyuq və aləmşah düyü məhsullarının hər biri sənə bir şans qazandırır. Lotereyada iştirak etmək isə çox asandır. Alışveriş zamanı Oba Plus mobil tətbiqini kassada oxud və ya qəbzdəki QR kodu lotereya.oba.az saytına qeydiyyatdan keçir. Lotereyada iPhone 17 Pro telefonlar, paltaryan maşınlar, alışveriş kartları və finalda böyük uduş Çangan Unize avtomobili qazana bilərsən. Obaya gəl, bayram sevincində 2 qat olsun. Alışverişlərimizi edərkən süfrələrimizi həm də çiko tumları və çərəzləri də bəziyək. Dadına söz ala bilməz ləzzət deyiriksə, bu istiqamətə çikoda yadımıza düşür. Unutmayaq ki, bizi kimi dadan bilir ki, çikodan ayrılmaq olmur. Yeni dostlarımız var, onlara da biz təşəkkür edirik ki, Caspian Enerji Group illərin şirkətidir və artıq bizimlə bərabərdirlər. İzolyasiya və inşaat materiallarının ölkəmizdə iri idxalçılarından biridir. Dünya
Mingəçə məşhur Texnonikol və Pinomplex markalarının Azərbaycanda rəsmi nümayəndəsidir. 500-dən çox çeşidli inşaat materiallarının topdan satışını həyata keçirən Kaspian Enerji Qrup inşaatınızın güvənilir və əvəzolunmaz partnyoruna çevrilə bilər. İnşaat bu cür materiallara ehtiyacınız varsa 050 458 88 88 nömrəsini əlaqə saxlaya bilərsiniz. Kənd təsərrüfatı işində də mükəmməl olan şirkətlərdən biri də Agrosystems şirkətidir ki, aqrar məhsulların keyfiyyətini qoruyan və fermerlərin rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir. Buraya hidrokuler və erikulerlər vasitəsilə meyvə və tərəvəzlərin soyudulması, meyvə və tərəvəzlərin uzun müddətli və təzə saxlanması üçün soyuducu komplekslərin tikintisi, eləcə də cücə bəsləmə və damazlıq heyvan yetişdirmə komplekslərinin tikintisi daxildir. Agrosystems ilə əməkdaşlıq üçün 050 444 1701. Bax, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hazelə təşəkkür edirik. Deməli, organik, belə deyək də, çərəzlər ümumiyyətlə qablaşdırma və həmçinin də korporativ hədiyyələşmə deyiriksə, 20% indirimlərlə Hazel markası yolunuzu gözləyir. Xəbər vaxtı. Salam, hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Radio efirində xəbər vaxtıdır. Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan deməli ilkin bağlaşma müddəti 3 ildən 6 ayədək azaldılacaq. Bu Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan hərbi xidmət keçmə haqqında əsasnamənin təsdiq edilməsi barədə və hərbi vəzifə və hərbi xidmət haqqında qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb. Bildirilib ki, bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq 3-cü oxunuşda qəbul olunub. Bugün saat 11:10 radələrində Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri Xətai rayonu Xocalı 29 ünvanından yanğın səbəbi ilə çağırış daxil olub. Bu barədə təbibdən bildirilib. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfər, 5 böyük, 2 uşaq olmaqla tüstüdən zəhərlənmə diaqnozu ilə toksikologiya mərkəzinə hospitalizasiya olunublar. Martın 18-də, yəni sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin aviazərbə nəticəsində yaralanması və ya ölməsi dəqiq bilinmir. Bu barədə The Times of Israel, İsrail rəsmilərinə istinadən məlumat yayıb. İsrail Müdafiə Qüvvələrindən, qüvvələrində daha doğrusu mənbələrin verdiyi məlumata görə İranda Fələstin İslami Cihadi lideri Əkrəm Əl-Acuri və terror qruplaşmalarının digər yüksək vəzifəli şəxsləri hədəf alınıb. İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bir növ bu məlumatları təsdiqib. Laricaniyə qarşı həyata keçirilən aviazərbəyə işarə edən generalın sözlərinə görə İsrail Müdafiə Qüvvələri İranda çoxsaylı hədəflərə qarşı qətiyyətlə hərəkət etməyə davam edir. Saatınızı xəbərlərini təqdim etdik, hörmətli dinləyicilər. Növbəti xəbər saatında yenidən işləyəcəyik. Hələlik.
Müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzinin sponsorluğu ilə sağlam xəbəri dinləyirsiniz. Su insan həyatında çox vacibdir. Onu ac qarnına istehlak etdikdə sağlamlıq üçün bir çox faydası var. Səhər oyandıqdan sonra bir stəkan su içmək arıqlamağın ən yaxşı yoludur. Səhər qəbul edilən su metabolizmin sürətini 24% artırır. Bundan əlavə bədənin qida maddələrini mənimsəməsini asanlaşdırır. Səhər su içmək həmçinin insanı təbii enerji ilə təmin edir. Ac qarnına su içmək böyrək daşının əmələ gəlməsinə səbəb olan turşuları aradan qaldırır. Su həmçinin toksinlərin səbəb olduğu müxtəlif sidik hissəsi infeksiyalarının qarşısını alır. Müasir tibbi diaqnostika və müalicə mərkəzi olan Diaqnoz Tibb Mərkəzinin sponsorluğu ilə sağlam xəbəri dinlədiniz. Neotek tövsiyə edir. Elektrik naqilləri alarkən diqqətli olun. Üzərində dördlü yazılan naqil simeans aldılaraq 2,5'lik kimi, 100 metr naqil isə 90 metr kimi satıla bilər. Saxta naqillər yanğın törədə bilər. Neotek tövsiyə etdi. Araz Radyosunda reklam vaxtı. Bu səs sahibkarlara fürsətdən xəbər verir. Əziz sahibkarlar, biznesdə yeni bir mərhələyə hazırlaşırsınızsa, Bank of Baku 100.000 manatadək sahibkar krediti ilə sizə dəstəkdir. 100.000 manatadək krediti 12 ayadək güzəştlə, üstəlik zaminsiz və girovsuz əldə etmək imkanınız var. Bank of Baku ilə biznesinizi böyüdün. Bank of Baku 18 fevral 2005 yıl tarixli Mərkəzi Bankın 247 nömrəli lisensiyası ilə fəaliyyət göstərir. Daima yenilənərək poliklinika, diaqnostika, cərrahiyyə xidmət sahələri üzrə müasir tibbi avadanlıqlarla təmin olunan Respublikanın tanınmış həkimlərinin və peşəkar tibb heyətinin çalışdığı Diaqnoz Tibb Mərkəzi Novruz bayramı münasibəti ilə mart ayı boyunca möhtəşəm indirim aksiyalarını elan edir. Bildiririk ki, mərkəzimiz azar və bayram günlərində xidmətinizdə olacaq. Ünvan Əhmədli qəsəbəsi, Sarayeva küçəsi 38C, məlumat telefonu 904, mobil 055 754 4303. Düzgün diaqnoz və keyfiyyətli müalicənin ünvanı Diaqnoz Tibb Mərkəzi. Diaqnoz Tibb Mərkəzi İqtisadiyyat Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Araz Radyosunda reklam vaxtı. FM, qovuşduran radyo. Azərbaycan dilində deyilir: torpaq anadır, mahnıda isə səslənir. Torpağımız hər zaman gül açsın, bar versin, hər zaman sülh içində yaşasın. Biz də onun layiqli övladları olaq. Ana duası qədər saf, ana qucağı qədər isti. Torpaq çərşənbəmiz mübarək. Araz FM, qovuşduran radyo. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Hər uğurun bir məkanı, hər ideyanın bir dayanacağı var. Dayanmaq üçün deyil, başlamaq üçün Biznes Mərkəzinə gəl. Biznesmenlərin təcrübəsindən öyrən, öz yolunu qur. Həftə içi 5 gün Biznes Mərkəzində cibinə və beyninə yatırım elə. Baş sponsor Prior Leasing, xüsusi sponsorlar Oba Marketlər şəbəkəsi, Caspian Enerji Group, West Hospital, Çiko Tumları, sponsorlar Agrostems şirkəti və Hazel.
İş dünyasının aparıcı adları Biznes Mərkəzində təcrübələrini sizinlə bölüşür. İş dünyasının nəbzini tutan yeganə mərkəz Biznes Mərkəzi. Rüfət Nadirlinin təqdimatında. Mənim təqdimatımda ikinci saat başladı. Hər vaxtınız xeyirli və uğurlu olsun. Dəyərli dinləyicilərimiz, əziz iş adamları, sahibkar dostlarımız və daimi bizim dinləyicilərimiz. Hər birinizi salamlayırıq. Azərbaycanımızın hər yerinə, hər bir güşəsindən bizi dinləyən insanlarımız var. Bilirik, xəbərdarıq, gündəlik o mesajları alırıq. Sahibkar dostlarımızdan da həmçinin hansı tədbirdə oluruqsa, hətta efirdəki müzakirələrimizə qədər, etdiyimiz zarafatlara qədər, yanaşdığımız tənqidi fikirlərə qədər bunu diqqətə alırlar və çox xoşdur. Tənqiddən qorxmayın, bunu da diqqətinizə çatdırım. Tənqid inkişaf üçün deməkdir. Tənqid verib, bizi də tənqid ediblər, bugün özünü də tənqid edirlər. Biz tənqid olduqca daha da böyüyürük. Mən hər zaman Sakit hocamızla danışırıq. Bizim çox dəyərli dostumuz və mənim ən böyük tənqidçilərimdən biri də odur və çox sevirəm onun tənqidi yanaşmalarını və illərdir bu artan templə, yeni ideyalarla, yeni baxışlarla yüksəlməyimiz bizim dostlarımızın bizi tənqid etməsi sayəsindədir. Yəni bəzən mən hərdən düşünürəm ki, bu yalancı alqışlamaqdansa bizi tənqid edin. Yəni yalancı alqışlamağınız bilin ki, sizin istəməyən insanlardır. Bax buradan sahibkarlara da səslənirik. Yəni bəzən əşi əla edirsən, çox yaxşı, ay səndən yoxdur. Yəni bilin ki, sizə problemlərinizi bilərəkdən demirlər ki, birdən bu problem həll olunar. Siz ondan da daha da önə keçərsiniz, daha da yaxşı olarsınız, daha da inkişaf edərsiniz. Yəni bu kimi nüanslarda biraz qərar vermədə özünüz rol oynayın. Yəni bir araşdırma etməyə bacarın, bir kənardan şirkətinizə bir kənardan baxın, görün necə görünür. Bir müştəri gözü ilə baxın, bir tənqidçi yanaşması ilə baxın. Görün mən ümumiyyətlə düzmə edirəm. Mən şəxsən belə edim və bizim komandanın həftəlik, özüm də daxil olmanın həftəlik bizim hesabatımız olur. Yəni biz nə etdik, nəyi bacardıq. Fərqi yoxdur, istəyirsiniz tək-təkinə özünüz də hesabat verin, istəyirsiniz komandanın, istəyirsiniz güzgün qarşısında qalan hesabat verin. Əsas odur ki, hesabat verin. Nə etdik? Niyə edə bilmədik? Mən şəxsən özümü tənqid edirəm. Biz niyə edəmədik? Ən çox sevdiyim sözlərdən biridir. Yəni bunu biz bir dəfə forumda da dedim, tədbirdə də demişdim ki, bizim ən böyük, hər birimizin ən böyük rəqibimiz dünənki özümüz olmalıyıq. Bunu mən demirəm, bunu Mövlananın sözüdür və həqiqətən də elədir. Biz özümüzə aid olanı, hansı ki bizi bizdən artıq çox sevən insan olmurdu. Özümüz çünki öz işimizi bələdik. Əgər öz işimizlə məşğuluqsa, bu da bir yaxşı bir məsələdir. Təəssüf ki, öz yerimizdə olmuruq bəzən. Bax, bu kimi nüanslarda mütləq şəkildə özümüzə hesabat verməyi bacarmalıyıq. Özümüzlə danışmalı, özümüzlə müzakirə etməyi bacarmalıyıq. Və bu biznes mühitində bizi inkişaf etdirəcək. İstər-istəməz inkişaf etdirəcək və bəzən elə sahibkarlar görür ki, otururlar ofislərində, elə bilər ki, oturulacaqlar ofislərində və onların qapısını döyəcəklər. Mənim belə tanıdığım insanlar da var, etibar etdiyim, daha doğrusu güvəndiyim, hörmət etdiyim sahibkar dostlarımız da var, onları tənqid edirəm. Söz yox, qəbul etmirlər. Otururlar ofislərində, deyirlər müştəri azdır. Deyirəm, axı siz gəzən ayağa daş dəyər. Mütləq şey, bu cür yanaşmalara heç bu cür hikmətli sözləri, atalar sözlərini elə belə deyilməyib. Yəni biz ofisdə oturaq, mütləq şəkildə bizi ziyarət edəcəklər. Bir nəfər edəcək, ikinci dəfə axı sizin hansı bir fərqli bir nüansınız var ki, biz sizin qapınızı döyək. Siz onu çatdırmalısınız. Yəni bugün bax belə insanlarımızla da çox təəssüf olsun ki, rastlaşırıq və gəlin indi belə insanlar denən ki, marketinqin qiymətini bizə denən. Çox çətin olacaq. Həqiqətən də belə insanlarla marketinqin qiymətini etməyə və onun yanında olan marketoloqlarla marketinq qiymətini müzakirəsini etməyə. Çox təəssüf olsun, belə hallar da var. Namiq müəllim bir də bizimlə bərabərdir ikinci saatımızda da. Namiq Bayramov, Yelad şirkətinin təşkilçisi, bizim dəyərli dostumuz, uzun illər marketoloqudur və bu sahədə kifayət qədər təcrübəyə malikdir. Biz də Namiq müəllimlə çox şey öyrənirik. Mən Yeladın ümumiyyətlə səhifələrini çox izləyirəm. Həftəlik bizim baxış keçdiyim, izlədiyim, sakit izlədiyim, dəyərləndirdiyim belə deyək adamlardanam. Kreativlik baxımından, ad baxımından, seçim baxımından, yanaşma baxımından. Namiq müəllim, bax biz ilk saatda xeyli problemlərdən danışdıq. Yəni yenə danışacaq təbii ki. Bunun bəlli səbəbləri də var. Zamana buraxdığımız məqamlar da var ki, zaman bunu dəyişəcək. Hansı ki, ənənəvidə etdiyimiz səhvlər, bayaq ənənəvi deyəndə, yəni zamanında ənənəvi olaraq etdiyimiz səhvlərdən söhbət gedir. Müəllim yanaşmasını dediniz. Amma bugün o kəmiyyətə çevirə bilərik. Bəzən isə peşəkarlıq gücümüz çatmır. Bayaq mən onu elə belə demədim ilk saatın sonunda ki, bəzən şöbəsi var, marketinqi var, marketinq rəhbəri var, amma
sanki sahibkarın bu sahədə bilgisinin az olmağından sui-istifadə edir. Günümü keçirim, pulumu qazanım, yəni şirkət rəhbəri nə desə odur. Mən bu gün ən çox sevmədiyim bir şeydir. Bizdə Namiq müəllimdə də çox güman ki elədir. Bizdə hətta mən öz əməkdaşlarımıza demişəm ki, mənim harda səhv etdiyim mənim mütləq şəkildə deyil və müzakirə edək. Biz müzakirə etdikcə böyüyürük. Çünki o səhvdir bizi ayaqda saxlayan. İllatı ki, bunu Rüfət dedi, bunu Namiq müəllim dedi, deməli düz olmalıdır. Yəni, bu müzakirədən bir fikirlər, bir ideyalar formalaşmalıdır. Gəlir deyirsən ki, qardaş, sizin bu etdiyiniz reklam səhvdir. Marketing müdürü deyir ki, yox, mən bunu rəhbərliyə deyənmərəm. O deyibsə bu cür olsun. Ver də bunu bu cür olsun. Deyirəm, axı bu yanaşma doğru deyil. Burada təkcə sizin işiniz deyil, bizim də bonusumuz gedir burada. Bizim də adımız var burada. Bu xidməti biz həm də təqdim edirik. Yox, mən deyənmərəm. Burada artıq marketing şöbəsi sadəcə formal olaraq fəaliyyət göstərir. Elə demək olar. Mən sizə bir məqamla deyim, sizə məlumdur. Bəlkə də unutdunuz, yadınızdan çıxıb. Mən yıllardan həm təsisçiyəm, amma eyni zamanda həm də bir çox şirkətlər məni marketing konsultant kimi dəvət edir. Bəli, bilirəm. Konsultasiya edirəm. Hazırda da bir şirkət var, onların da marketing işinə konsultasiya edirəm və kənar dəstək kimi. Və bu konsultasiya layihələri 1 illik, 6 aylıq, 2 illik, bəzən də ümumiyyətlə müddətsiz bağlanılır və burada sahibkarın qazancı nə olur? Onun marketing müdürünün, marketing menecerinin deməyə cəsarət etmədiyi şeyləri mən sahibkara rahat deyirəm. Çünki mənim sahibkar qarşısında itirəcəyim bir şey yoxdur və mən sahibkarın maraqlarının müdafiəçisi olaraq çıxış edirəm. Və bu istər-istəməz sahibkarın səhvini ona demək də cəsarəti olduğu üçün, o imkanı olduğu üçün, o rahatlıq olduğu üçün deyirəm. Agentlik olaraq, məsələn, biz bunu sahibkarın qarşısına deyəndə, sahibkarların çox vaxt xoşuna gəlmir. Amma konsultant mövqeyi ilə dedikdə, onunla razılaşırlar. Çünki konsultant onun öz adamıdır, özünün müşaviri kimi sayılır. Və mən həmin şeyləri son illərdə xüsusilə çox rast gəlir. Məsələn, şirkət idi, şirkətin İdare heyəti sədr müavinin marketing onun kurassiyasındaydı. Məsələn, onunla danışırdım, şirkətin səhvlərini deyirdim, təklifləri verirdim, razılaşırdı. Sonra da qayıdıb dedim ki, mənə çox rahatdır sizdən işləmək. Yəni, verdiyim argumentləri hamısını qəbul edirsiniz. Demək olar hamısını. Qayı ki, sənin argumentlərində tutarlıdır axı. Yəni, məsələn, adam da onda xoş olur, bir özgüvən də yaradır ki, daha yaxşı argumentlərlə çıxırsan və burada artıq təklifləri ortaya qoyursan. Şirkət sahiblərinə, məsələn, yanaşmada konsultant yanaşması mövqeyi həqiqətən o baxımdan uğurludur. O baxımdan uğurludur ki, şirkət sahibi özünün adamının fikrini dinləyir. Agentliklərdə bir növ belə deyim də çox da yaxın buraxmırlar. Amma konsultantı yaxın buraxır. Özünün əməkdaşının isə müdür münasibəti məsələsi var və bəzən əməkdaşı da qınamıram. Bəzən əməkdaş nəyisə deyəndə müdürə etiraz edəndə müdürün bir növ egosuna toxunur və müdür işçi sən get işini gör yanaşmasında edə bilir. Təbii elə müdür var, qəbul edir. Amma eləsi var, etmir. Amma istənilən egolu müdürə yanında olan onun müşaviri funksiyasında olan, yəni buna məsləhət verir də adı üstünə. Onu qəbul edir. Və bizim bəzi marketing direktorlarının da əl qolunu bağlayan həmin məqam var. Düzdür, elə marketing direktoru var ki, o stereotipi qırıb çoxdan rahat hərəkət edir. Və ya onun prinsipi var. Ona o cür yanaşan şirkətdə qalmır, ərcəsini verir, çıxır gedir. Amma əksəriyyəti elə deyil də. Yəni bu 10% mən dediyim kimidir ki, o sərhəddə aşmış olur, amma qalanı onu aşa bilmir. Ona görə də bəlkə də onun parlaq ideyaları var, bəlkə də onun yaxşı fikirləri var, bəlkə də adam ona savada çatır hər şeyini deməyə, amma müdür-işçi münasibətləri artıq orada bariyeri yaradır. Ki bu da yəni artıq liderlik məsələsinə keçən bir mövzudur. Biraz da məsələ o nöqteyi nəzərdən də baxanda görürük ki, müəyyən məqamlarda onları da qınaya bilmirlər. Amma nə zaman onları qınayacağım nöqtə nədir? Biraz daha peşəkarlıqlarını artırsalar, biraz daha özgüvənlərini artırsalar, elə yerdə qalmayacaqlar, gedəcəklər başqa bir yerə və müdür də anlayacaq ki, daha peşəkar olan adam, daha özgüvənli birisi burada qalmır. Günün bir günündə başa düşəcək ki, niyə qalmır? Yəni buna da gəlmək lazımdır. Biraz da ona görə özünü inkişaf bu baxımdan istənilən marketing müdürü üçün çox vacibdir. Yəni mən universitetdə dərs deyirdim, tələbələrimə də deyim, mən biliklərimi sizə öyrətməkdən çəkinmirəm.
Çünki mənim qorxum yoxdur ki, mənə bir gün keçəcək. Çünki mən özüm də öyrənirəm. Bəli, O adam elədir. qorxur ki, amma məsələn bir çox universitet müəllimləri var ki, çəkinirdilər, informasiyanı qısa-qısa verirdilər. Niyə belədir? Çünki onlar bəlli informasiyanı öyrəniblər, daha artığını öyrənmirlər və tələbənin ondan çox bilməyindən qorxurlar. Belədir, elədir. Tamamilə doğrudur və bəzən indiki dönəmdə həm də reallıq odur ki, tələbə, gənc və yaxud da ki bir yerdə çalışan, indi biz təkcə universitet nöqteyi nəzərinə edirik. Mən elə şirkətlər tanıyıram ki, orada şirkətin marketinginə heç marketinqlə əlaqəsi olmayan bir adam təyin ediblər. Çoxdur. Hə, yəni sadəcə adını qoyublar ki, rəhbər sahibkar adını qoyub ki, bu mənim tanıdığım adamdır. O necə ki maliyyəçiyə gətirib bir var pul sayan, bir var maliyyə. Biz qarışdırırıq da. Pul yaxşı saya bilər və sənin qohumun ola bilər. Amma bu maliyyə şöbəsinin rəhbəri olmamalıdır. Onu əgər çox istəyirsənsə, qoy 30-dur kənarında sənin pulu saysın. Gündə saysın, belə üst-üstə qoysun, daha çox olsun. Amma yəni maliyyə şöbəsində bu maliyyə dediyimiz hesab faktura, təhvil təslimatı, qayma vurmaq deyil. Yəni biz hər dəfə bu səhvlərə yol veririk, hər dəfə yanlışlıqlar edirik. Ona görə də şirkətlər var ki, cərimələnirlər, şirkətlər var ki, sərəncamlar gəlir. Biz standartlar, qanunvericinin tələbləri, çünki o qohumunuzu, tanışınızı, qohum olmasın. İndi deyəcəklər ki, yenə qohum və söhbətinə gəlir. Qohum olmasın, tutaq ki, etibar etdiyim biri, x bir adam, hardan gətirib qoyub bura. Bu yaxşı pul sayır. Yaxşı pul saymaq maliyyə şöbəsinə oturmaq deyil. Deyil mi Namiq müəllim? Və yaxud da ki, marketinqi. Yaxşı bilir, PR nədir ki? Yaxşı kreativ ideyaları varsa böyle marketing. Marketing, qəşəng ideyaları var. Misal üçün bu qələmi bilsən nə qəşəng belə onu bəzədi. Bu qələmi bəzəmək marketingdir, misal üçün. Bir dənə tədbiri gəldi, tədbirdə bir dənə qəşəng orada işıqlanmazad elədi. Mən ideyalarla dolu deyim, bunu marketingə qoymuşam. Gəlib səhnəni işıqlandırıb, bunu marketingə təyin edirik. Səhnəni işıqlandırıb, onu qoyun şirkətinizdə elektrik. Səhnəni işıqlandırıb, onu şirkətinizdə qoyun texniki şöbənin əməkdaşı. Nə bilim də, yəni nə ad verək, LED monitorlarla işləsin. Axı bir yerindən bir şöbə təyin edin. Bu yaxşı ideyası var. Bu olsun marketing şöbəsinin vəssalam rəhbəri. Və orada 2-3 əməkdaş götürürsünüz. Əməkdaşlar peşəkar götürürsünüz. Bu əməkdaşlar da menecerlər də, marketing menecerləri. Bunların da sözü deyə bilmir. Bəzilərinin deyir, yanlış anlayırlar, ya qallar boğla. Boğla, ya da ki torbasını da tikirlər. Ola hallar da var. Yəni torbasını da tikirlər, haqsız yerə çıxardırlar. Niyə? Çünki axı bunun səhvlərini deyəcəklər. Onu o tərəfdə necə boğurlarsa söhbəti və həmin adam düz ikən səhv çıxır. Və həmin marketing menecerlər, hansı ki savadlı kadrlardır, peşəkar kadrlardır, bu həmin adamın ucbatından sözünü deyə bilmir, ideyasını verə bilmir, qərarı mən verirəm və səlam. Bütün gün həmin əməkdaşlar da gündə müdirlə kontaktda olmur ki, yəni belə deyək, müzakirələrdə olmur. Ancaq müdir də nə edir? Əksər halda şöbə rəhbərlərindən danışır. Şöbə rəhbəri də bu sözü deyir, bu söz də qəbul olunur. Yəni bu kimi nüanslar var, bu kimi zəncir qırılır mənim. Deyirlər, söz gətirib bir hadisə yadıma düşdü. 2014-cü ildir, 15-ci ildir. Yəni çox da köhnədən, amma heç yadımdan çıxmamışıq. Bir şirkətə getmişik. Marketing direktoru zəng elədi ki, bəs bizə ideyalar falan lazımdır, müəyyən qədər görüşək bunu. Bizdə də ideya bunlar üçün götürdük ideyanı. Getdik bunların yanına görüşə. Deyirlər ki, kommersiya direktorundan görüşməliyik. Kommersiya direktoru qəşəng bərbəzəkli otağı, müəllim şirkətlərindəndir də, belə deyək. Marketing direktoru çox təmiz, sakit, savadlı oğlandır. Sadəcə olaraq o kommersiya direktorunun egosu hər yeri basmışdı. Yanımda bir yoldaşdan getmişəm. Vaxtı ideyalara qəşəngdir. Bir də oradan çağırdı. Sən gəl bir dənə bax, gördük katibəsini çağırıb ideyalara baxma. Yanındakına işarə dedim ki, vəssalamda biz bu adamla işləməyəcəyik. İdeyanı bəyənsə də heç bir halda işləyə bilmərik də, mümkün deyil. Və katibəsi baxdı, fikir dedi özü üçün. Yəni artıq mənim üçün heç əhəmiyyəti yox idi fikrin. Yəni beynimdə qoymuşum ki, mən bu adam ideyanı bəyənib, artıq onun üzərindən gedib mən bu işi görəcəmsə, mən çox əziyyət çəkəcəm, bunu işləyənmərəm. Bəlkə də elə sahibkar, o cür belə deyim, katibəsinə göstərib fikir alan sahibkarlar varsa əgər burada dinləyən, onlara müraciətim odur ki, əziz sahibkarlar, bunu əsla etməyin.
bu sizi gələn başqa adamların yanında hörmət hiss edir. Bəli, fikir almaq lazımdır. Əgər bir fikir almaq lazımdırsa, o zaman tək katibənin yox, fokus qrup edin. Xadimədən tutma hər kəsin fikrini alın ki, bu formada reklam görsəz məhsulu alarız. Ona katibəsi maraqlıdır da. Yəni katibəsi adamın ağlına başqa şeylər gətirir də. Yəni bu niyə biz belə düşünürük adam haqqında? Mən gələn yad adamam. Niyə belə düşünməliyəm axı? Bu çox imicə də ziyandır. Hədsiz ziyandır və mənim gözümdə o şirkət korporativliyi olmayan bir şirkət kimi qalmışdı. Və sonrakı dövrlərdə həqiqətən də məlum oldu ki, şirkət korporativ olmayan şirkətdir. Yəni çox bilinən bir şirkətdir. Amma yəni belə hallar var da, yəni sahibkarlar ona nəzərə almadılar. Düşünməlidirlər ki, belə şey eləmək olmaz. Bəli, fokus qrup etmək istəsən ideyanı, şirkət komandasının hamısı üçün aç ideyanı, onların fikrini al. Amma ümumi götürəndə qərarı sən verirsənsə, özünə arxayınsansə, heç ona da ehtiyac yoxdur. Baxacaqsan, sən markanı, bazarını, müştərini yaxşı bilirsənsə, o fokus qrupa belə ehtiyac yoxdur. Özün onu baxırsan, marketinq şöbənin daxilində məsələni razılaşdırırsan və qərarını verirsən. Elə şirkət görmüşük ki, müraciət ediblər bizə, çağırıblar, imtina eləmişik. Çünki orada 5 əməkdaş olub, 15 dənə müdir olub. Yəni çox təəssüf. Yəni 5 əməkdaş var. O 5 əməkdaşa 15 nəfər Nəzarətə, bəli. Nəzarətidir burada hətta artıq deyək. Nəyə görə? Çünki o 5 əməkdaşa elə bir iş yükü veriblər ki, yəni 15 nəfər sadəcə qərar verir. Yəni 15 nəfər o buna deyir ki, bu dedi ki, bunu elə. O da dedi ki, bunu elə. Bu da dedi ki, mən buna baxmışam, sən də bunu elə. Buna dedi ki, bu da yəni o qədər belə qəliz bir sistem var mı? Bunun sistemi yoxdur. Yəni bu şirkətə gedib qapı döyüb, gəl sizə satış strategiyası deyək, təlimi deyək, marketinq həlləri deyək. Vallahi əziyyət özünüzə qalacaq. Belə şirkətlə çox vaxt sərf etməyin. O bürokratiya ilə bağlı bir video görmüşdüm mən bir neçə il öncə. Deməli bir şirkətin ofisinin qabağında bir binanındansa qurumun bir ağac olur. Ağac çürümə üzrə olur. Deyirlər ki, ağacı kəsmək lazımdır. Bunun həyətindədir. Yəni həyətində olan ağacdır və bir şöbə o birində, digər şöbə o birinə və bu ağacın məsələsi aylar çəkir, göstərir, fəsillər dəyişir, sonra qərar verilir, ağac kəsilmir, bir də baxı görülür, ağac yoxdur, bəs necə oldu ağac quruyub, qırılıb, düşür taxtı. Ağac deyir ki, mərkəzən yoxdur. Elə ən yaxşı özüm başımı qoyum gedim də, yəni. Biz birazdan yenidən davam edəcəyik. Maraqlı müzakirələrimizə siz də qoşulun, bizi diqqətlə dinləyin və izləyin, birazdan buradayıq. Sizə ən dadlı səhər şousunun reseptini təqdim edirik. Bu yeməyi aşpazlar yox, aparıcılarımız Rüfət və Aysel hazırlayır. Reseptimiz çox sadədir. Səhər oyanırsınız, 40% söhbətləri qarışdırırsınız, amma yandırmadan. 20% zarafat, 30% hədiyyə, üstünə 10% də gülüş əlavə eləyirsiniz. Qapağı bağlamayın, qoy səsimiz hər yerə yayılsın. Səhər saat 8-dən 11-in yarısına kimi 100% səhər şousuyla səhərinizi dadlı eləyin və 100% dadını çıxarın. Baş sponsorlar Prior Leasing, Referans Medical Group, xüsusi sponsorlar OBA Marketlər şəbəkəsi, Çiko Tumları, sponsorlar Nevrax, Tamamacan Restoranlar şəbəkəsi. Biznes mərkəzində zamanı pula çevir. Çünki burada söz havaya deyil, məqsədə işləyir. Saat 12-dən 14-ə qədər 2 saat yatırırsan, 5 qat qazanırsan. Həftə 2-5 gün Araz Radiosunda Rüfət Nadirlinin təqdimatında biznesi biznes adamlarından öyrən. Baş sponsor Prior Leasing, xüsusi sponsorlar OBA Marketlər şəbəkəsi, Caspian Enerji Group, West Hospital, Çiko Tumları, sponsorlar Agrostems şirkəti və Hazel. Sobex, möhkəm kafel və keramika yapışdırıcısı. İstənilən hava şəraitində hər növ daxili və xarici səthə yüksək yapışma gücü, rahat istifadə, uzun ömürlü keyfiyyət. Daha nə olsun? Sobex, möhkəm olsun. Araz Radiosunda reklam vaxtı.
Prior Lizində getdim. Elə bir təklif eşitdim ki, dedim əntiqədir bu. Aha, nə oldu? Dedilər köhnə traktörünü gətir, al təzəsin, sərf eləsin, bax beləsin. Mən də bəyəndim bu işi. Onsuz da köhnə traktorumu alan adam yox idi. Üstəlik xərci çox idi. Prior gəldi yerində qiymət çıxartdı və aldı. Elə bir möcüzə gəldi. Eyni gündə köhnə getdi, təzə gəldi. Hələ bir sərfəli kredit də təşkil etdi mənim üçün. Köhnə traktorun həm vaxtını, həm pulunu alırsa, Priora gətir. Yenisini apar. Ətraflı məlumat üçün 858-ə zəng et. Binanızın fasadını yaxud evinizi daş yunu ilə izolyasiya etmək istəyirsiniz, o zaman bu sahənin peşəkar və lider şirkəti olan Caspian Enerji Qrupa müraciət edə bilərsiniz. İzolyasiya materiallarında ölkəmizin iri idxalçısı olan Caspian Enerji Qrup izolyasiya və inşaat materiallarının çox geniş çeşiddə məhsullarını təqdim edir. İzolyasiya sahəsinin məşhur markaları olan Texnonikol və Pinoplex markalarının ölkəmizdə rəsmi nümayəndəsi məhz Caspian Enerji Qrupdur. Bu səbəbdən uyğun şərtlər və yüksək keyfiyyət axtarışında olanlar seçiminiz Caspian Enerji Qrup olsun. Telefon 050 458 88 88. Müasir tibbi texniki bazaya malik West Hospital pasiyentlərinə 20-dən çox tibbi şöbəsi ilə xidmət göstərməkdədir. Təcili və təxirə salınmaz tibbi yardım şöbəsi 24 saat xidmətinizdədir. Əlaqə Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdir. Cəmi 20.000 manat ilkin ödənişlə mənzil, Şərifzadədə premium mənziliniz Avant Nova'dan. Cəmi 20.000 manatdan başlayan ilkin ödənişlə White Box studiya mənzillərə sahib olun. Avant Nova, yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Gün boyu səbr edən bədənimiz iftarda bir qurtum su ilə dirçəlir. Hər damla bir şükür, hər süfrə bir bərəkətdir. Təbiətin saflığını süfrənizə gətirən badamlı ilə Allah orucunuzu qəbul etsin. Qənaətli Novruz alış-verişi Neptunda. Mart ayının 31-nədək Nescake 1 kiloqram fındıqlı şəkər bura 18 manat 60 qəpik deyil, cəmi 14 manat 90 qəpik. Telefon 162. Neptun Supermarket. Novruzun gəlişinə Embavutdan super təklif. 100-dən çox mebeldə fabrik qiymətinə indirim. Yalnız 10 gün. Novruz kampaniyasından yararlanmağa tələsin. Əlavə olaraq istədiyiniz mebeli 18 ay faizsiz kreditlə alın. İlk ayın ödənişi bizdən hədiyyə olsun. Ətraflı embavut.az və ya 126. Embavut 30 il sizinlə. Pimapen, pəncərəyə adını verən, adını pəncərəyə verən Pimapen. Kreditinizi ABB-yə gətirin, daha az ödəniş edin. 7 aprelədək digər bank kreditlərinizi ABB-dən aldığınız kreditlə bağladıqda 3%-ədək endirim. ABB-də aktiv kreditiniz yoxdursa, əlavə 2% olmaqla toplam 5%-ədək endirim qazanacaqsınız. Ətraflı 937. ABB Mərkəzi Bankın 30-12-1992-ci il tarixli 2 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Araz Radiosunda reklam vaxtı. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. İş dünyasının aparıcı adları Biznes Mərkəzində təcrübələrini sizinlə bölüşür. İş dünyasının nəbzini tutan yeganə mərkəz Biznes Mərkəzi. Rüfət Nadirlinin təqdimatında. Efirimiz davam etməkdədir. Dəyərli dostlar, bəli, iş dünyasının nəbzini hər zaman kimi tutmaqda davam edirik və Biznes Mərkəzi də sizin ixtiyarınızdadır və Sahibkarlar Klubumuza məxsus eyni adlı radio proqramıdır. Hələ bizim təxminən 20 dəqiqə yaxın müzakirəmiz var. Araz FM-in Facebook səhifəsində bizi canlı izləyə də bilərsiniz. Dünyanın dörd bir yanından bizim həmvətənlərimiz bizi xaricdən də Eliyəmişə Namik müəllim çox izləyirlər və bizə də yazırlar. Mənim şəxsən özümüzdə sosial media səhifələrimə yazırlar. Orada hətta sahibkarlıq fəaliyyətində məşğul olan insanlarımız var müxtəlif ölkələrdən, qardaş Türkiyəmizdən, İsveçdən, Belçikadan, Danimarkadan olan dostlarımız var, sahibkar dostlarımız var, İngiltərədə olan yaşayanlar var. Çindən belə bizim efirlərimizi mütəmadi
dinləyib izləyənlər var və hətta bura gələndə biz belə, hətta bəzi dostlarımız, sahibkar dostlarımız bizim klubumuzun tədbirlərinə də qatılıblar. Bu yaxınlarda Çindən gələn dostlarımız, sahibkarlarımız bizim qala gecəmizdə belə iştirak etdilər. Çox da xoş oldu və bu arada rubrikalara biz keçirik. Birazdan Namiq müəllimin sırf marketinq deməli qiyməti ilə bağlı sahibkarlara, şirkətlərə, marketinq işində anlayışı olan şəxslərə çox gözəl tövsiyələri olacaq. Onları diqqətlə dinləsəniz hər birimiz fayda taparıq. Belə peşəkarlardan fikir almaq, hətta tənqidi yanaşma almaq belə bizim üçün bir bilgi olmalıdır ki, sabah bizə o nümunə ilə testdən gələrlər, biz o testdən uzaq çıxa bilmərik, biz o imtahandan uzaq çıxa bilmərik. Bu zaman bəzən diqqətli olan və dəyərli olan fikirlərə nümunə götürək, o fikirləri örnək götürək və özümüz üçün gələcəyimizə lazım olacaq deyə yanaşmasını edək. Günün valyuta məzənnəsi. Azərbaycan Mərkəzi Bankının bugün olan rəsmi valyuta məzənnələrini diqqətinizə çatdırırıq. ABŞ dollarının məzənnəsi dəyişməyib, 1.7 manatdır. Avronun məzənnəsi isə 0.5% artıraq 1.95 manatdır. Rusiya rublunun məzənnəsi isə 1.3% azalaraq 2.9 manatdır. Bir İngiliz fonu sterlingi 2.26, bir Türk lirəsi isə 0.3 manat təşkil edir. Günün valyuta məzənnəsi. Biznes xəbərləri. Dünya enerji bazarlarında Azərbaycan neftinin qiyməti yüksək trendini qorumaqda davam edir. Son hərracların nəticələrinə görə Azerlight markalı neftin bir bareli cüzi artımla $109.19 yüksəlib. Beləliklə Azərbaycanın strateji ixrac məhsulu qlobal etalon olan Brent markasının qiymətdə təxminən $5.5 üstəliyir. Bu qiymət səviyyəsi Azərbaycanın dövlət büdcəsi üçün olduqca əlverişli şərait yaradır. Bildirək ki, bu iki büdcədə bir barel neftin orta qiyməti cəmi $65 hesablanıb. Hazırki real bazar qiyməti isə büdcə proqnozundan tam $44 və ya təxminən 68% daha yüksəkdir. Qiymətli metallar bazarında tarixi günlər yaşanır. New York'un COMEX əmtəə birjasında qızılın bir troy unsiyasının qiyməti ilk dəfə $5.000 səddini keçərək rekord müəyyənləşdirilib. Son rəqəmlərə görə Aprel futuresləri deməli $5.040 46 sentə qədər yüksəlmə əldə edib. Biznes xəbərləri. Sponsor təqdimatı. Verilişimizin baş sponsoru Prior Leasing'dir. Müasir fermerlərimizə buradan səslənir ki, kənd təsərrüfatı işində yüksək nəticə əldə etmək istəyənlər üçün həm də gözəl bir şans. Təsərrüfat işində həm vaxta qənaət, həm yüksək texnoloji həllərlə hazırlanan traktor və kombaynlar, dünyaca məşhur brendlərə məxsus traktor və kombaynları sahələrinizdə görmək, vaxta qənaət, məhsulların yüksək olmasını əldə etmək istəyirsinizsə, bu zaman yanınızda Prior Leasing kimi şirkətiniz var və əziz fermer, köhnə traktorunuzu Prior'a gətirib yenisini seçib apara bilərsiniz. İstehsal ili 2016-cı ildən aşağı olmamaq şərti ilə 10 ilin, 8 ilin, 5 ilin köhnə işlək traktorunuz varsa, bunu satmaq istəyirsinizsə, bunu Prior'la edə bilərsiniz. Zəng edirsiniz 858-ə, işlək vəziyyətdə olan köhnə traktorunuz var deyirsiniz. Əməkdaşlar gəlib sizin təsərrüfatınızda şəffaf qiymətləndirmə edəcəklər və razılaşma əsasında Prior köhnə traktoru sizdən olacaq, yenisini sizə təqdim edəcək. 858 ilə danışa bilərsiniz. Və bu arada bizim dostlarımızdan biri də Vesta Hospital'dır. Səhətinizdə gərginlik, iş yerinizdə, evdə çətinlik yaşayarsınızsa və bu zaman tıxac problemi, dərdi çəkməyin. Əsas olan nədir? Vaxtında ünvanda tibbi xidmətdən yararlanmaq və təcili yardım xidmətlərindən yararlanmaqdır və bu zaman Vesta Hospitalı qısa nömrəsinə zəng edə bilərsiniz. Ulduz 7606 sağlam dostumuza təşəkkür edirik və təşəkkürümüz həm də Oba Marketlər şəbəkəsinədir. 10 ilin yaxın qonşusudur. Hər
hər zaman dediyimiz kimi uzaq qonumdansa yaxın qonşu yaxşıdır və obamız bunun tam haqqını verir. Dəyərli qonşum, obanın qonşuda 2 qat bayram loteriyası da davam etməkdədir. 31 mart tarixinə qədər obadan aldığınız siyəzən, dadlı toyuq və aləmşah düyü məhsullarının hər biri sənə bir şans qazandırır. Loteriyada iştirak çox asandır. Alış-veriş zamanı Oba Plus mobil tətbiqini kassada oxud və ya qəbzdəki QR kodu lotereya.oba.az saytına qeydiyyatdan keçir. Bol hədiyyələr sizi gözləyir. iPhone 17 Pro telefonlar, paltoryan maşınlar, alış-veriş kartları və finalda böyük uduş Çangan Unize avtomobili qazana bilərsən. Alış-verişlərimiz edərkən səbətimizi həm də Çiko, dadlı Çiko tumları və çərəzlərlə dolduraq. Qara ildırım tumları çox dadlıdır və çox ləzzətlidir. Çərəzləri də söz ola bilməz, qablaşdırma mükəmməl, içindəki dada da dad da həmçinin və bizi kimi də dadan bilir ki, Çikodan ayrılmaq olmur. Və bizim yeni dostlarımızdan illərin əslində şirkəti olan Kaspian Enerji Qrupa təşəkkür edirik. İzolyasiya və inşaat materiallarının ölkəmizdə iri idxalçılarından biridir. 500-dən çox çeşiddə inşaat materiallarının topdan satışını həyata keçirən Kaspian Enerji Qrup inşaatınızın güvənilir və əvəz olunmaz partnyoruna çevrilə bilər. Müxtəlif növ inşaat materiallarından çox keyfiyyətli və güvənilən dediyimiz tərzdə lazımdırsa Kaspian Enerji Qrupa müraciət edin, əməkdaşlıq edin deyirik. 050 458 88 88 2021-ci ildən daha doğrusu fəaliyyət göstərən Agrosistem şirkəti isə aqrar məhsulların keyfiyyətini qoruyan və fermerlərin rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir. Və siz hidrokuler və aerokulerlər vasitəsilə meyvə və tərəvəzlərin soyudulması, meyvə və tərəvəzlərin uzun müddətli və təzə saxlanması üçün soyuducu komplekslərin tikintisi, eləcə də cücə bəsləmə və damazlıq heyvan yetişdirmə komplekslərinin tikintisini siz bu əməkdaşlıq çərçivəsində əldə edə bilərsiniz. Biznesinizi böyütmək üçün 100% investisiya etməyə də ehtiyac yoxdur. Cəmi 20% ödənişlə müasir infrastruktur sahibi olun. Qalanını dövlət subsidiyası və faizsiz lizinqlə reallaşdırın. 050 444 1701 əlaqə saxlaya bilərsiniz. Hazel markasına da təşəkkür edirik. Və bu arada mövzumuz çərçivəsində son nöqtəni Namiq müəllim yekunlaşdıracaq. Namiq müəllim, marketinqdə səhv etməmək üçün şirkətlərimizə və bu sahədə çalışan bəzi əməkdaşlara nə sözünüz var? Əslində çox söz demək olar, amma mövzuya uyğun, sırf qiymətlə bağlı 3 tövsiyə edərdim. Birinci, qiymət, əgər sizin qarşınıza bir qiymət təklifi gəlirsə, o təklifin tərkibinə baxın. Yəni, biri qiyməti 5 manat edir, o biri 3 manat edir. Mən 3'ü seçim yox. Tərkibində nə var? Ona baxmaq lazımdır. İkinci məsləhətim bunun tərkibin real olmasıdır. Nə dərəcədə real orada görsənənlər. Çünki bir çox hallarda demping əsas qiymət mübarizə metodu kimi görünür, amma nəzərə alın ki, dəyərli sahibkarlar, dəyərli satın alma mütəxəssisləri, dəyərli marketinq mütəxəssisləri nəzərə alın ki, dempingdə ən sonda uduzan, yəni ən çox uduzan əslində satın alan tərəfdir. Çünki satan tərəf bir şəkildə demping edir və yekunda bəlli yerdə zərər olacaqsa və o zərərdən özünü sığortalamaq üçün nə edir? İşin keyfiyyətini azaldır. Sadə bir nümunə deyim, ev piraşkisinin içi bol kartoflu olur, amma mağazalarda görürsünüz daha ucuz, bir-birinə müqayisədə daha ucuz qiyməti olan piraşkinin içində artıq kartofu axtarıb tapa bilmirsən, sadəcə xəmir satılırsa. Eyni həmin piraşki nümunəsidir, qiymət dempingi. Bəzən dadını hiss edir, amma özünü görənmirik. Özünü görənmirik, yəni bu reallıqdır. Yəni siz aldığınız, dempingdə aldığınız məhsul, bax o kartofsuz piraşki, yəni piraşki formalı xəmirdir əslində. Yəni bişmiş xəmir. O piraşki deyil də, başqa bir şeydir, nədirsə də. Yəni sizin almaq istədiyiniz həqiqətən ev piraşkisidirsə, ona uyğun qiymət ödəyəcəksiniz. Və üçüncü məsələ odur ki, aşağı qiymət hədəfə sərrast nişan ala bilmir. Yəni aşağı qiymətlə necə gəldi atəş olunur. Nəyə bənzədim? Bir var snayperdən hədəfə dəqiq nişan alarsan. Bir də var ki, o kəndlərdə əvvəllər vardı. Biz ona saçma deyirik. İçinə belə qurğuşun kürələri olurdu. Atırdın, hədəfə dəyirdi, amma hədəfi öldürmürdü. Fərqli nöqtələrinə dəyirdi. Sadəcə müəyyən qədər yaralayırdı, bəzən də dəymirdi. Və sizin yəni aşağı qiymətlə aldığınız xidmətlər həmin o tüfəngdən atılan atəşə bənzəyir. Yəni snayper atəşi deyil və ola da bilməz. Ona görə qiymət məsələsində həmişə qiymətin tərkibini öyrənin
və bu tərkibin real olmağı, yəni demping məsələsində maksimum uzaq qaçın və aşağı qiymətlə sizin məqsədlərinizə nail ola bilməyəcəyinizə əmin olun. Mən demirəm yüksək qiymətlər ödəyin, amma ədalətli qiymət ödəyin. Əla. Namiq müəllim, çox təşəkkür edirik sizə. Minnətdarlığımızı bildirir və yeri gəlmişkən indidən anonsunu edək ki, bizim may ayının 30-unda milli brendlərin pərakəndə zirvəsi və həmin sərgi və forum olacaq. Biz artıq bunu 3-cü il dəfə reallaşdıracaq. Birincisini Biznes Mərkəzi klubu olaraq beynəlxalq pərakəndə zirvəsi formatını eləmişdik. Hansı ki, burada artıq xarici ölkələrdən də bizim nümayəndələrimiz iştirak edirdilər və hətta xarici ölkədə fəaliyyət göstərən iş adamlarımız da. Ötən isə biz bunun sərgi formatını biz geniş elədik və təbii ki, burada milli üslublarda geniş yer verdik. Dəflə nümayiş oldu. Çox gözəl və bu işdə də Namiq müəllim bizə çox kömək elədi. Komandası ilə birlikdə təşəkkür edirik və o komanda yoldaşımın komandaları. Gözlədim ki, siz o fikir izah edəsiniz. Namiq müəllimin həyat yoldaşının komandası idi və bu fashion dediyimiz işdə də çox mükəmməldilər. İnşallah o barədə növbəti dəfələrdə efir təqdim edərik. Və biz ötən il bunu reallaşdırmışdıq. İnşallah üçüncüsünü isə may ayının deməli 30-unda pasajda keçirəcəyik. Sərgi formatı olacaq əksərən. Çünki bizdən tələblər həm də bizim sahibkarlarımızdan, şirkətlərimizdən sərgi formatının daha çox olmasını istədilər və biz üçüncü dəfə buna yer verdik, amma bir panelimiz olacaq və həmin panelində bir moderator, 5 spiker olacaq və moderatorumuz da Namiq müəllim olacaq. Və biz yerli şirkətlərimizlə bütün istiqamətlərə, milli brendlərin belə forumudursa, burada yerli şirkətlərimizi ən çox düşündürən mövzular, sahələr, yeni yanaşmalar, yeni biznesdə əldə edilən bəzi sahələr, biznes sahələri var ki, onlardan danışacağıq. Təbii ki, satış və marketinqdə bu istiqamətdə yer olacaq. Mütləq şəkildə inşallah may ayının 30-dakı tədbirimizdə çox böyük hazırlaşırıq. Bilirsiniz ki, bizim tədbirlərimiz hər zaman seçilir və belə də davam edəcək. İnşallah həmin tədbirimizin də forumumuzun da moderatoru Namiq müəllim olacaq. Namiq müəllim, sizə də bir daha təşəkkür edirik. Bizim dəvətimizi növbəti dəfə qəbul etdiniz. Çox təşəkkür edirik sizə. Efimizə də rəng qatdınız və təcrübələriniz bizi hər zaman bizim üçün bir xəzinədir, bir dəyərdir və buna görə minnətdarlığımızı bildiririk sizə. Siz sağ olun, sizə də bizim bütün dinləyicilərimizə də, izləyicilərimizə də və həmçinin burada arkada görünməyən qəhrəmanlara və komanda üzvlərinə də təşəkkür edirəm. Çox sağ olun, minnətdarıq və bir daha bildirək ki, Yolad şirkətinin təsisçisi Namiq Bayramov yaxın 2 saat ərzində bizimlə marketinq qiyməti mövzusunu müzakirə etdi. Bu qiymət təkcə rəqəmlər deyil, bu qiymət marketinqə şirkətlərimizin verdiyi qiymət və dəyərdən gedir. Bizim etdiyimiz yanlışlar nələrdir və biz hansı yanlışlar artıq səhvi düzəldə bilirik və bunlara toxunduq. Hər birinizə təşəkkür edirik. Efirimiz yekunlaşdı. Çox sağ olun deyirik.